Mən. Sonradan izləyən müəllimlər üçün bildirim ki, bu dərs, yəni əlavə dərs almışam. Burada həm öz müdavimlərimiz, həm də ödənişsiz qrupun müəllimləri var. 5-9-dan qarışıq sual-cavab eləyəcəm. Mesaj yerini də bağlayım. Məncə də mesaj yerim var. Çünki əlavə orada yazışacaqsınız, sual-cavabda fikriniz Bəli, qalmayacaq. müəllimə, Mhm. bağlayın. Mesaj yerini bağlayıram belə. İndi kim sual-cavab istəyirsə bir-bir. Bax, əl qaldırın, əl smalki ekranda olsun. Sonra siz sual-cavabı ondan sonra əlinizi salın. Yaxşı? Çünki mən bir-birinə addan çağırmayım. Sonra mən bilməyəcəm ki, kim sual-cavab istəyir, kim dinləmək istəyir. Yaxşı, müəllimlər? Belə eləyək, qoy vaxtımıza çox getməsin, imtahana yaxındır. Bu əlavə dərsə salmışam ki, yəni həm yenə deyirəm, ödənişsiz qrupumuzun müəllimləri, həm öz müdavimlərimiz yararlansın. Ona görə vaxtımızdan səmərəli istifadə edək. Əlavə danışıqlar, yazışmalar onu başqa vaxt eləmək olur da, düzdürmü? Smaliklərə, əl smalikinizə baxacağam. Birinci ekranında kim varsa onlardan sonra o bir ekrana keçəcəm. Yaxşı, müəllimlər. Müəllim, axşam nətər eləyim o Əsim Malik nə olmuş? Aşağıda smaliklərə girin, mesaj bölümündə orada smaliklər olur. Oradan bir dənə qurdalayın tapacaqsınız. Deyəsən 190-a yaxın müəllim var, hə, maşallah. Yaxşı, başladıq. Sübhan müəllim açın səsi. Həriyə bir neçə sual verəcəm ki, qarışıq 5-9-dan hardan beynimə sual gəldi oradan. Çünki qoy vaxt çatsın deyə, Salam. yaxşı. Aha, Axşamınız xeyir. axşamınız xeyir olsun. Mənə deyin görüm hardan deyin. Əlvan metalların hansı bəzə məsul etki səthə möhkəmlik verirdi? Xromlama. Bromlama. Deyin görək, silos üçün yaxşı xammal deyəndə hansı bitkiləri götürəcəksiniz? Borçlu məhsullarıdır, kələmdir, kök suğundurdur, Mhm. qarğıdalıydı. Aha. Bir də Bunlar yaxşı dənli bitkilər. Hı? məhdənli bitkilər. Yaxşı olsun. Mən Qahqalı. aha, mənə deyin görüm, bəs sizə deyəcək ki, taxıl və taxıl qalıqlarına nələr aiddir? Taxıl və taxıl qalıqlarından buğda, arpa, noxud, bunlar taxıl və taxıl qalıqlarıdır. Aha, buğda, arpa, sonra nə var idi? Çovdar, nə bilim, noxud, mərci, doğrudur. Bəs yaxşı, birdən sizə deyəcək ki, cecə hansına aiddir? Taxıl, qalıqla Hə. yoxsa o birisinə? Yox, texniki istehsal qalığı. Cecə, bəli, cecədir, şurotdur, hə? Yaxşı. Bəli. Bəs mənə deyin görüm 7-ci sinifdə metal mövzusu. Ə, Deyirəm ki, hansından aviasiya, yüngül nələrsə Bir hazırlanması istifadə alüminium, olunur? bir Dürayı alüminium. bundan istifadə olunur, yaxşı olsun. Qoşa sapla tikilən tikişin hər iki tərəfindən məmulatın. Qoşa sapla Boşa tikilən tapla tikişin. deyirsə, əks tərəfə tikmə. Aha, əks tərəfə. Görün mənə kim zəng vurub. Demək yaxşı. Sonra baxaram. Demək doğrudur. 5-ci sinifdən də bir sual. Demişdik ki, nə? Sonuncu muncuğu düz, qalanların həmin ucu əks istiqamətdə. İynəyə bənzər hörmə. Doğrudur. Yaxşıdır. Sizinlə bu qədər. Sonra Çox sağ birinci olun. ekranda siz də sağ olun. Birinci ekranda kim görürəm? Türkan müəllim açın səsi. Axşamınız xeyir müəllimə. Tərbiyə Axşamınız xeyir. edirəm. Aha, bəli, bəli. Birinci Buyurun ekranda müəllimə. kimsə müəllimlər ekranla gedirəm. Sonra demək ki, Ruhani müəllimə məni axıra saxladı və s. Birinci ekranda kimlər varsa onu. Bugün görüntüm şükür Allaha açılıb. Bu günləri yenidən notebook'umuz ustaya gedib. Notebook'dan deyil, Zoom'dandır. Zoom'dandır. Hər həftədə bir dəfə bu Zoom gedir ustaya. Türkan müəllimə bizə nəyi desin, hardan desin. Mənə deyin görüm, ailə büdcəsi hansı mənbələrdən formalaşır? Ailə büdcəsi iki mənbədən formalaşır. Atanın və ananın gəlirindən. Aha, yaxşı. Hərəkətli bərkitmələr hansılar idi? Deməli iki bərkitmə var hərəkətli. Çaşqa həncəmalı, bir də mebel həncəmalı kroşteyn. Aha, yaxşı. Həncəmalı Kondisioner mebel kroşteyni. Həncamalı mebel qonşudur, bəli. Hə. Kondisionerin daxili hissələrindən yadda qalanları sayın görək. Bəli. Demək, kondisionerin daxili hissəsi 8 hissədən ibarətdir. Birinci ön panel, sonra göstərici panel, üfüqi pərdə, şaquli pərdə, daha sonra deməli ön panel, göstərici panel, üfüqi şaquli, əlavə hissələr də var idi. Bu qədər yadda qalıb. Bir də mən buxarlandırıcı, hər ikisində eyni sərinləşdirici və buxarlandırıcı bunlarda. Bəlkə təkcə sərinləşdirici hər ikisindədir. Bəli, sərinləşdirici hər ikisindədir. Bir də əlavə olaraq buxarlandırıcı da var burada.
Buxarlandırıcı, yəni burada deyəndə daxildə demək istəyirsiniz? Bəli, bəli. Aha, bəli, buxarlandırıcı daxildə idi, amma sərinləşdirici hər ikisində. Şaquli pərdə, nə bilim üfüqü, Üfüqi incə pərdə, təmizləmə ön panel, süzgəci, kobud təmizləmə var göstərici. idi, ön panel var Bəli, idi. bəli, incə, çobud, bəli. Nə bilim göstərici panel var idi. Yaxşı, doğrudur. Mənə deyin görüm, hardan deyin, hansı mövzudan. 8-ci sinifdə dedik ki, Tozsoranın iş prinsipi var idi. 3 dənə hissənin adı çəkilirdi ki, vacib olan iş Aha, prinsipində hansı bəli, hissələr idi? bəli. Demək ki, 3 əsas hissəsi var. Elektrik mühərriki, nasos və filtr. Yaxşı. Deyin görüm hansın? Deməli, ipək və yun, pambıq və kətan. Bunlardan deyirdik ki, hansına quru təmizləmə olmaz? Bəli, ipəyə olmaz. İpəyə Amma olmaz. yuna olar, bəli. Bəs pambıq Digərlərinə də kətana? onlara da olur, hətta onlara xlorla təmizləmə də olar. Yaxşı, aydındır. Sizin Ancaq nə ipəyə növbəti? olmaz heç biri. İpəyə olmaz. Aha, sağ olun. Quru təmizləmə. Siz də sağ olun. Sonra növbəti müəllim Rövşən. İndi burada hansı ad görürəmsə müəllimlər o adı oxuyacağam da. Yaxşı. Rövşən Bərxudarov yazılıb. Bəli, salam müəllim, axşamınız xeyir Hə, olsun. salam Rövşən müəllim. Bəzən olur ki, müəllimlər öz adından girmir. Ekranda hansı adı görürəm onu səsləndirəcəm. Yaxşı. Demək, Rövşən müəllim bizə hardan desin, hardan desin. Dedik ki, kondisionerin daxili hissələrini soruşdum. Düzdürmü? Xarici hissələrini siz sayın. Görək nə yadda qalır. Kondisioner xarici mənim klapandır müəllimə. Klapan. Sonra deməli klapandır. Sonra müəllim Məsələn, nə? Kondensator, kondensatordur müəllimə. Sonra müəllim kompresor, kompressordur. Bəli, bəli. sonra Sonra sərinləşdirici. sənləşdirmə hər ikisində var da müəllim. Həm daxilində, həm xaricində. Bəli, Düzdür. bəli. Sərinləşdirici hər ikisində. Sonra vardı, deməli, nə ştuserli birləşmələr var idi. Bəli, müəllim. Aysan, nə bilim orada filtr, freon sisteminin filtri olsun. Doğru. Bəli, filtr, bəli, bəli. Bəli, müəllim. Yaxşı. Bəs birdən sizə deyəcək ki, nə desin, nə desin. 5-ci sinifdən nazik məftilləri hansı üsullarla düzəltmək olar? Mən nazir məfsələləri deməli elə belə deyim də, mən o sağanaqda müəllimə, sağanaqda sonra Yox, məsələn, nazik mən məftili düzəltmək istəyirəmsə. bəli, bəli. Mən yastağız və yumrağız kəlbətinlə. Elə 3 dənə versiya var idi nazik məftili. Mismarlar arasından. bəli, mismar arasında müəllimə sonra Aha. əymə tərtibatında Aynen. bir də deməli bir də mən Üç dənə idi. ağız və Deməli, yumrağız mismarlar arasından, sonra nə? Məngənədə sıxılmış tirtiklər Bəli, arasından. Bir də bayaq dediyiniz kimi dairəvi sağanağın çevrəsi boyu çəkib düzəltməkdir. Hə? bəli. Bunlar bəli. oldu nazik məftilin. Amma əgər düzəltmə lövhəsinin üzərinə qoydum, çəkiclə döyəcləyirəmsə, bu hansı məftildir? Bu Mən o nazik yoxsa qalındır? mən qalın məftil müəllim. Qalın məftildir, bəli, Qalın qalın məftil. məftildir. Bəs bizə deyin görək hansı mövzudan hardan? Sizə deyir ki, pomidor bitkisi hansı hündürlüyə çatanda daimi yerinə əkilir? Mən o deməli 10-15 elə bir santimetr 10-15. olanda olanda davamlı yeniləşdirir müəllim. Doğru. 10-15 santimetr hündürlüyə çatanda daimi yerinə əkilir. 6-cı sinifdə bərkitmələr var idi orada, üsullar Bəli, var idi, düzdürmü? Məsələn, görünməz üsulda vasitə nədir? Demək daxili mil görməz deməm, amma görünən şeydir. Kronşteyndir müəllim. Kronşteyn, metal asma dayaq, yaxşı bunlar hamısı. Bəli. Bəs yaxşı. Mənə deyin görüm. Bir sualda hansı mövzudan verək? 6-cı sinifdən. Deyirik ki, bu tinklər, meyvə ağacları olan mövzu. Tinklər yaxşı boyatsın, uğurlu inkişaf eləsin. Nədə saxlamaq lazımdır? Onu mən elimdən atırım qumaqdan saxlamaq lazım. Natrium qumaqda. Məhlulunda. Doğrudur. Məhlulunda. Amma biraz da yaxşı olsun. Yaxşı, biraz da yaxşı hazır. Özünüz hazırlaşırsınız yoxsa necə? Bəli, müəllim. Öz bəli. Aha, Bəli, biraz daha da yaxşı hazırlaşın. Yaxşı.
Çox sağ olun müəllim. Allah köməyiniz olsun. Siz də sağ olun. Digər müəllimlərimizdən görüm kim var ekranda. Ruhalə müəllim açın səsi. Salam müəllim, axşamınız xeyir. Salam, salam. Axşamınız xeyir olsun. Demək, gəlin sizdən nəyi soruşaq, hardan soruşaq? Mənə deyin görüm. 6-cı sinifdə nə var idi? Tircikləri hansı üsullarla birləşdirmək olar? Düz bucaqlı, bir də uzununa. Düz bucaq və uzunluğa. Bucaqlı, bir də Bəs, uzununa. aha, bəs birdən deyəcək ki, Ramal 2 tircik götürüb, düzdürmü? Bu tircikləri uclarına yaxın birləşdirib. Ramal bu tircikləri hansı üsullarla birləşdirib? Uclan, düz bucaq altında birləşdirib. Uclarına Uclarına yaxın yaxın. deyirsiniz. Yalnız düz bucaq mümkündür, uclarına yaxın. Düz bucaq. 90 dərəcə, yəni düz bucaq Mənim altında. görüntüm getdi. Yoxsa görsənir Ruhalə müəllimə görüntüm var. Görünürsüz Var müəllimə? müəllim. Mən Var. ekranda özüm getmişəm, yoxam. Aha, bayaqdan var idim ekranda. Hə, deməli 2 dənə tircik götürmüşük. İndi bilmirəm müəllim ekrana düşür yoxsa yox. Oy, hara getdi ki bu? Hə, gördüm Uzun. indi. Aha. Hə, deməli 2 tircik götürmüşük, düzdürmü? İndi sizə sualım belə oldu ki, Ramal bunu uclarına yaxın birləşdirib. Uclarına yaxın. Siz də deyirsiniz ki, düz bucaq altında. Təkcə düz bucaqdır. Yox, uzununa da onda. Uzununa da və O zaman ikisini də deyəcəyik. Hə? Əgər uclarına yaxın birləşdirmişəmsə, həm düz bucaq altında mümkündür, həm də uzununa. Amma ortasından birləşdirmişiksə, Müəllimə, əllərinizi çox o yormayın. da düz bucaq. Mənim ortadan Aha. birləşirsə, yəni düz bucaq. Aydan Düz müəllimə bucaq. silahlı pişik gələcəyin. O əlində silahdan pişik. Ay maşallah 210 müəllim qoşulub. Bayaqdan baxmıram mən sonra. Doğru. Bəs yaxşı. Mənə deyin görüm. Sizə deyir ki, nə desin? Demək 7-ci sinifdən. Hər tikiş əvvəlkinin ortasından başlayır. Bu hansı idi? Yəni su tikişi. Su tikişi müəllimə. Doğrudur, su tikişidir. Bəs birdən sizə deyəcək ki, nə desin? Muncuqla naxış tikmə var 8-ci sinifdə. Orada hansı tikiş üsulundan istifadə olunurdu? Bir dənə tikişin adı var idi. İynə qabağa tikişi ilə. Bəli. İynə qabağa tikişi doğrudur. Bir sual da hardan gəlsin sizə? İstəyirəm ki, hər tərəfdən qarışıq suallar verim. Demək 6-cı sinifdən hansı mövzudan? 6-cı sinif. Mənə deyin görüm. Naqildən cəryan keçir. Əgər itkini azaltmaq istəyirəmsə, naqildən keçən cəryanı artırmalıyam yoxsa azaltmalıyam? Cəryan keçirsə, en kəsini artırmaq lazımdır. İndi en kəsi Əgər- doğru, amma mənim sualımın cavabı deyil. Aha. Mhm. Ha, onda Sualım mən nə idi vətəndaş? necə müəllim bir dənə də təkrar Aha. elə bir. Deməli, naqildən cəryan keçir. Düzdürmü? Və Aha. itki var. İtkini azaltmaq istəyiriksə, naqildən keçən cəryanı artırım yoxsa azaldım? Azaltmaq lazımdır. Azaltmaq. Doğru. Yaxşıdır. Sizinlə bu qədər. Çox Daha sağ olun sonra müəllim, siz sağ də olun. sağ olun. Görək digər müəllimlərimizdən kimlər Ruhalə var? müəllim, Bəli. axşamınız. Salam, Məndə salam. ekran qaranlıq görsənir. Bəli. Mənim ekranım Ya mənim ekran, mən heç kəs görmürəm, heç nə görmürəm də, ekran qaranlıqdır. o Yəni bilmirəm. hamı Yolda siz çıxın yenidən gəlin. Çünki problem olsaydı o biri müəllimlər də deyir. Siz çıxın yenidən gəlin. Ya da telefonunuzu bir söndürün, yandırın, gəlin. Ekranı sürüşdürsün də müəllimə, sağa sola sürüşdürsün. Hə, o da olur. Aşağıda siz müəlliməsiz. O biraz aşağı getsin. Əllər qaldırıblar, onlar qalxıblar yuxarı, siz düşmüsünüz elə bir aşağı. Ona görə. Hə, ola bilər, olar. Axtarın mən oradan tapın söylə müəllimə. Hə. Ruhalə müəllim görmürəm əsas məsələ. Yaxşı. Məni görməsəz yaxşı. Bütün gün görürsünüz. Deyinirsiniz ki, mənim. Aha, növbəti müəllim görək kim. Görüm, deməli, ödənişsiz qrupumuzun müəllimlərindən kimlər var? Düzündə, hərə fərqli addan girir. Müəllimə, Bilmirəm. biz yoxuq, ay müəllimə, biz gəlməyəcəyik. Siz qalın sırada, qalın növbədə. Yaxşı, növbəti müəllim görüm kim gəlsin. Demək, iPhone adından 2 müəllim əl qaldırıb, yoxsa bir müəllim burada rəqəm düşürsən görə bilmirəm. iPhone adından girən hansı müəllimdir? 2 müəllim əl qaldırıb. Qohumumuzun Müəllim, toyda toya xeyir qoyub olsun. gəldim, müəllim, heç toya getmədim, ay müəllim. Ay, toya getməyim Samirə müəllim. Bunu Xanım, mükafatlandırdım. Axşamınız xeyir olsun. Axşamınız xeyir. Sözümü istəyirəm.
Deyil. İnanırsız dünyadan baxıram dərsimiz yoxdur da bugün. Deyirəm ayda mən Ruhani müəllimin səsini eşitməyəndə nə pis oluram. Bugün mən onun səsini eşitməyəcəm. Gördüm sonra gördüm ki atmışsınız qrupa ki birdən gördüm ki Akasa linki atmışsınız. Yəni Hmm, müəllimə o qədər öyrəşmişik ki sizə. Allah sizi düzdür. var eləsin Çox daim. sağ olun. Sizlər də var olun. iPhone yazılan müəllimlərdən biri açsın səsi. Bax öz adınızı bilirsiniz də nədən girmisiniz? iPhone yazan 2 dənə müəllim var. Bəli, mən mənəmi uşağı yatızdıram. Hə, Birazdan gəl. yaxşı. Zərifə müəllim imiş. O birisi müəllim kimdir iPhone? Yaxşı, onu səs açmasanız o biri müəllimə keçəcəm. Demək, görək qayıdıram. Aydan müəllim açsın səsi. Bəli müəllim. Aha. Mənə deyin görüm, hardan deyin, hansı sinifdən sizdən soruşam. Demək, nəyi soruşum sizdən? 9-dan soruşmaq istəyirəm. Hə? Qara metalların hansı bəzə məhsulu idi ki, səthə kəlik ötürülük verirdi? Rifləmə. Rifləmə. Rifləmə neçə növ var idi? Zərif kobud. Zərif və kobud, yaxşı olsun. Mənə deyin görüm. Mikrodalğalı sobada deməli şüalanma mənbəyi hansı hissə idi? Hesab. O biri müəllimlər səsi bağlasın, zəhmət olmasa. Müəllimə buraları desəm ki, yox, dəqiq bilmirəm o qədər də. Maqnitron. Aha. Maqnitron. Bəs yaxşı, mənə deyin görüm hardan? Deyirdik ki, nə? Oyma işlərində oymadan əsas iş aləti. Əsas iş aləti tiyəsi çəpinə bıçaq. Tiyəsi çəpinə bıçaq. Yaxşı olsun, tiyəsi çəpinə bıçaq. Bəs birdən sizə deyir ki, nə desin? Sahibkarlıqla məşğul olmaq üçün orada amillər var idi. Onlar hansıları idi? Sahibkarlıqla məşğul olmaq üçün amillər ailənin Nədən asılıdır? pulun vacibliyi, Aha. ailədə bilik, savadın olması, vaxtın olması və onların almağa, alətləri almağa pul Hə. vəsaiti də belə Yeni alətlərin alət vardır. olmalıdır. Hə, Bəli. bir də alətlər olmalıdır. Yaxşı. Mənə deyin görün, plastik kütlənin hansı növ idi ki, deyirdi ki, kosmonavtikada istifadə olunur? Ay Allah necə idi o? Polikarbonat demək istəyirsiniz? Polikarbonat. Yaxşı, olsun polikarbonat. Əlvan metalların bəzəmə üsullarında o hansı üsul idi ki, dedik ki, nə? O üsulla metal, daş, gips sətlər bəzənir. Yağ əsaslı odlu qızıl suyuna salma. Bəs bu ağac sətlərin bəzənməsində Poliment əsaslı bəzəmə, polimentlərin bəzənməsi də taxta üzərində poliment çəkilməsi. Yaxşı. Balıq satışı hansı formalarda çıxarılır? Balıq satışa təzə və yaxud da dondurulmuş. Təzə və yaxud da ki, dondurulmuş. Yaxşı olsun. Bir sual da hardan gəlsin? Yaşlı inək və yaxud da ki, öküz ətidir. Bunun ətin rəngi nə rəng olur? Kərpiç rəngi də tünd rəngdə olur, qırmızı rəngdə. Aha, yəni al qırmızı. Al qırmızı rəngdə, bəli. Bəs cavan? Cavan onun biraz bir tık aşağısı, çəhrayı kimi, açıq çəhra. Qırmızı çəhrayı, yoxsa necə belə Bax, çəhra al biraz qırmızı, sonra nə deyirdik? Qırmızı. Çəhrayı qırmızı. Çəhrayı qırmızı, Sonra o birisi açıq çəhrayı. açıq çəhrayı. Yaxşı. Sizinlə də bu qədər. Növbəti müəllim sizə sağ olun. Elmin müəllim gəlin. Müəllimə axşamınız xeyir. Axşamınız xeyir olsun. Elmin Çətin müəllimə. suallar gələcək. Aha. Amma Demək, əslində hazır deyiləm müəllim. Tam eybi olaraq yox, hazır heç deyiləm. nə olmaz, heç nə olmaz. Mənə deyin görüm. Deyin görüm. Demək, hansı mövzudan soruşaq sizdən? Hansı mövzudan? Dedik ki, nə dedik? Oyma işləri. Əyri qatlar kəsən zaman alət neçə dərəcə bıçaq altına tutulmalı idi? 30-40 müəllimə. 30-40 dərəcə. Bəs yaxşı, həndəsi oymada elementlər hansı formalarda alınırdı? Düz xətli idi. O birisi necə idi? Bir düz xətli olmalıdır. Düz xətli Yarım. və Yarım dairəvi. qövsvari. Düz xətli, yəni. Qövsvari. Bəli, bəli.
Mhm. Bəs yaxşı. 8-ci sinifdə hansı mövzu 8-ci sinifdə? Mənə deyin görüm. O hansı ərzaq idi ki, həm nə bilim xəmirə, kreminə, glazuruna demişdik, hamısına qatmaq olar bu ədviyyatı daha doğrusu. Kakao. Kakao idi, bəli. Şirin bulka və piroqların hazırlanmasına nədən istifadə olunurdu? Şirin bulku var. Bu zəfəran olur. Zəfəran, ay, sən yadınızda qalıb. Divardan köhnə rəngi çıxarmaq istəyirəm, düzdürmü? Dedik bunun Bəli. hansı üsulları var idi? Divardan köhnə rəngi 3 üsulu müəllimə. Mexanikidir, termikidir və kimyavi. Amma boyanı pəncərədən çıxardacağıq. Pəncərədən boyanı. Orada müəllimə termiki var, bir də kimyavi var. Yəni orada o birisi yoxdur. Aysan, bəli, termik və kimi. Orada boyanı çıxaran zaman pəncərədə məhlulu çəkdik. Pəncərədən 2 dəqiqə qalmalı ki, canına hopsun, sonra çıxaraq. Pəncərədə Bəli, bəli. kimyavidə yəqin. Hə, kimyəvidir. Yəni 20-30 dəqiqədir müəllimə. 20-30 məhlul qalmalıdır ki, pəncərədə belə deyim də Bəli. boyanın canına hopsun, boya yumşalsın Bəli. 20-30 dəqiqədən sonra. Bəs birdən desək ki, onlardan hansı biraz zərərli idi? Kimyavi pisdir də, yəni zərərli şey vardı. Doğrudur. Sifonlardan da bir sual verək gedin. Butulka var, verin. sifon hissələri yadınızda qalıb. Bəli, orada ara qat var idi. Bir əlüzyana quraşdırılma hissəsidir birincidən. Sonra gəlir gövdə gəlir, səhv eləmirəmsə var orada. Sonra qayqa da var, ara qat da var. O birisi nə? O birisi yadımda qalmayıb da. Gövdə var Tapar idi, gövdə qapağı var idi. Gövdə qapağı var. Bəli, Bəli. doğrudur. Yaxşı. Sizinlə də bu qədər. Sağ olun müəllimə. Siz də sağ Təşəkkür. olun. Demək, belə sonra görək kimlər var. Mən qaldım. Gəlin Aytən müəllimə. Gəldim. Aha, Axşamınız xeyir. axşamınız xeyir olsun. Mənə deyin görüm, hardan deyin, nəyi deyin. Sizdən soruşsun, testdə nəyi soruşsun. Qoy beynimi yeniləyim. Qarışıq istəyirəm hər tərəfli suallar verək ki, mövzulardan heç olmasa xatırlayaq. Hə? Kollektorlu mühərrik. Kollektorlu mühərrik. Onun hərəkətli hissəsi necə adlanırdı? Hərəkətsiz hissəsi necə adlanırdı? Hərəkətli hissəsi rotor adlanır, hərəkətsiz hissəsi stator adlanır. Rotor isə öz növbədə lövhə və kollektor olmaqla iki yerə bölünür. Aha, yaxşı. Bəs bundan hansı idi ki, deyirdi ki, ətrafında maqnit sahəsi yaradır? Kollektorlu idi. Yox, bu stator yoxsa Hə, rotor? Maqnit sahəsi yaradan hansı idi? Statorsu. Stator, bəli. Bəs birdən sizə deyəcək ki, nə desin o mövzulardan? Paltaryon maşında 2 ötürmə var idi. Hansı ötürmələr? Ənənəvi bir də yaxşı. Ənənəvi ötürmə, birbaşa integral ötürməsi, ən İntiqal. yaxşı sözlər, birbaşa integral ötürməsidir. Çünki bu zaman həm enerji baxımından, həm də ki, paltaryanın özü baxımından ikinci üsul daha yaxşı, effektlidir. Amma qarşı ötürməsi o tez-tez sıradan çıxa bilir, enerjini çox israf eləyir, düzdürmü? Səs-küylü olur. Bəs toz soran demişkən, yaxşı təmizləmə neçə faizə qədər idi? 99.95-dir. 99,95%-ə qədər. Bəs birdən sizə deyəcək ki, tutaq ki, yumurta. Hə. Səsim gəlir. Nətər müəllimə? Hə, səsim gəlir indi. Bir dəqiqə üzrlü sayın, tezdəyib gəldim. Gördüm uşaqların səsi gəlir nəsə. Demək, mənə deyin görüm, hardan deyin, deməli, nədə qalmışdıq? Qidadan sual verəcəkdim sizə. O hansı ərzaqdır ki, dedik, həm məsaməlilik, həm ondan sonra necə? Yumurtadır və bunu da deyim ki, yumurtanın tərkibində olan kalsium inək südünə nisbətən daha çoxdur. Yaxşı, olsun. Bir sual da hardan gəlsin? Konservləşdirmənin hansı növü idi ki, nə baş verirdi orada? Konservləşdirmədən. Turşularla bioloji emal. Qızqırtma. Qızqırtma. Bəs qida dəyəri yaxşı saxlanılır. Bu hansı idi? Qida dəyəri yaxşı saxlanır. Konservləşdirmənin elə öz üsuludur, qida dəyəri yaxşı saxlanır. Yox, növü var idi də. Onun növünün birində deyirdi ki, qida dəyəri yaxşı saxlanılır. Bilmirəm, yəni ki, Dondurulma. hə, onu ağlıma gətirdim. Sonra dedim ki, axı bu yağ deyil ki, axı dondurula. Ağlıma bir anda o gəldi. Yazıqlar olsun.
Demək, belə. Bəs biri də var idi, susuzlaşdırılma idi. Bir də nə idi? Xörək duzu ilə emal. Bu hansı idi? Bu qaxıc etmək üsuludur. O qaxac etmə. Bəli. Bəs birdən sizə deyəcək ki, iki əllə tutulan sapın ortasına bir muncuq keçir, qalanların sapını istənilən ucuna. Və belə deyim, əgər iki əllə deyirsə, bu birinci gəlir qarşıya hörmət. İki iplə deyirsə, paralel hörmət. İki sapla deyirsə, bu qarşıya hörmət. İki iplə deyirsə, xətvari hörmət. İki əllə deyirsə, bu paralel hörmət. O birlər elə bir ki, biraz qarışdırmaq istədiniz, hə? Yox, qarışdırmaq istədim, sonra sözümü geriyə aldım. Bu arada özüm hazırlaşdım deyə. Mhm. Yəni bazen də Qarşıya olur. baxın. Niyə burada sual cavab olunmuram deyə biraz çaşıram. Amma Hə. belə hər şeydən məlumatım var, yəni bilirəm. Yaxşı, gəlin sizə 2 sual da əlavə verirəm. Mənə Buyurun. deyin görüm hansı mövzudan soruşaq sizdən. 9-cu sinifdən soruşum. 9-cu sinifdən. Deyin görüm, məftillərdən hansı idi ki, məftillərin növlərindən hansı idi ki, deyirdik, alətin köməyi olmadan da əyilir. Ən zəhləm gedən dərsdir. Nəbati, mis məftilləri hörmət üçün ya. Alətin köməyi olmadan əyilir. Bu ya latın idi ya da sink idi. Alətin köməyi olmadan 8 ilə vuran kimi yassılanır. Amma mis məftil də kövrək deyil. Onda bunu sizə ev tapşırığı verəcəm. Cavabını demirəm. Zəhmət çəkib gedib təkrarlayarsınız. Deyirsiniz, zəhləm gedir. Mən bilirəm ki, müəllim deyirsə, əgər o mövzudan zəhləm gedir, o mövzunu çoxu oxumur. Üstündən atlanırlar. Hansı mövzudan ki, deyəndə ki, zəhləm gedir, oxumurlar. Xeyr, onun cavabını gedib zəhmət çəkib baxacaqsınız, görün hansıdır. Mənə deyin görüm, bir sualda hardan gəlsin sizə. Deyin görək. Kərpic divarda hansı dübel istifadə olunurdu? Kərpic divarlarda. Bəli. Biri anker idi. Kərpic divarlarda mismar dübelindən istifadə olunurdu. Əsasda naylon hissəsi olanlarda bu da daha effektiv idi. Bu da naylon hissəsi düz bucaq altında, kiçik bucaq altında fırlanaraq kərpici deşirdi. Ankerdən nə vaxt istifadə olunur? Ankerdə beton divarlarda istifadə olunur. Niyə? Çünki anker ağırlıq qaldırma yüksəkdir. Birinci nağarla divarı burğuluyla, sonra ankerdə tozdan, dəyəkdən tozsoran vasitəsilə, bir də fırça vasitəsilə təmizlənir. Daha sonra anker dəriyə vurulur və əşya bərk edilir. Yaxşı. Bir sual da. Mənə deyin görüm, alçıpan gips kartonda hansı dübel? Bu kəpənət dübelidir. Onu da deyim deyə sizə niyə? Çünki kəpənət dübelinin yanında dirəşlər var, bir deyim, çıxıntılar var. O, fırlanaraq düşməsinə mane olur. Bəs bığcıqlar nəyə xidmət eləyirdi? Biri var o kənarları dayayır. Fırlanmanın düşməsinə, yox, fırlanmanın dönməməsinə də, yəni fırlanmamasına, bərk qalmasına. Demin dönməsinə mane olur. Bunu demək istəyirsiniz. Amma dayandırıcı kənar da imkan vermir ki, çox dəliyə düşsün. Buna imkan verir. Yaxşı. Sizinlə də bu qədər. Müəllim, mən gəlim bayaq çağırmışdınız, uşağı yatırırım. Yaxşı. Üzr Görün. istəyirəm. Müəllimə miqdir yoxsa sertifikasiyadır? Bayaq gedən müəllimə. Aytən müəllimə mig. Mig olmalı. Aynen. Zərfə müəllimə gəlin. Demək, Zərfə müəllimədən nəyi soruşaq, hardan soruşaq? Zərfə müəllimə. Bizə deyin görək. Həcmli naxış tikmə var idi 8-ci sinifdə. Xaçvari həcmli naxış tikmədə hansı saplardan istifadə olunurdu? Yun, ipək, viskos. Bəs bunun hansı növü idi ki, dedik ən məşhur üsuldur? Üsulu. Yəni bu həcmli naxış tikmənin hansı növü idi ki, dedik ən məşhur? Elə o mənim xatvari. Elə xatvarinin özü idi. Bəs birdən sizə deyir ki, nə desin? 7-ci sinifdən. Hansı liflərdən alınan parçalar deyirdik əzilmir, güvə və mikroorqanizmlərə qarşı davamlıdır. Poliefir. Hamısı sanki müsbət cəhətlər. Amma az əzilir, Poliamid. nə bilim cırılıb sürtülməyə qarşı da deyirdi davamlıdır. Poliamid. Bunlar oradaydı. Nəmi pis hopduran viskoz idi, yoxsa asetat, 3 asetat? Viskos. Viskoz. Dəqiq. Bəli, nəmi pis hopdurur. Amma siz həcmli soruşdunuz da. Necə? Müəllimin həcmlidə istifadə olunan sapları soruşdunuz da. Bəli. Viskoz dedi müəllimə. Viskoz deyil axı, piyi idi axı orada. Pi idi, yoxsa yiv idi? yiv. Düz dedi müəllimə.
Səsləri indi Müəllim, bağlayırıq. nəmi Sən pis sonra da. hopduran asetat 3 asetatdır. Bir də tez quruyur. Nəmi pis hopdurur, tez Ay, quruyur. sağ. Amma birinci indi nə demişdiniz? Hə, Vit yox. çaşdım. İndi düzəltdi səhvini müəllimə. İndi düzəltdi, bəli, indi düzəltdi. Eybi yox. Mənə deyin görüm. Deyin görüm. 6-cı sinif. 6-cı sinifdən hansı mövzudan soruşum sizdən? Deyir ki, nə deyir? Mexaniki qəhvəyidən. Mexaniki qəhvəyidəndə əgər deməli, belə deyim də, qəhvənin tozu, narın alınıbsa, dəyirman daşları və yivin vurulması arasında bir əlaqə var idi. Nə idi o əlaqə? Onda deməli narın alınıbsa, daha elə bil ki yavaş gedib, amma daha güclü olsaydı yanmış dad verərdi. Orası Yox, doğru. deyim ona. Yox, tələsmirik. Deməli, o doğrudur ki, deyirdi ki, asta üyütməlisən ki, dənələr qızmasın, yanıq dadı verməsin. İndi bu narın şəkildə üyüdülüb. Yiv nə dərəcədə vurulub, dəyirman daşları arasında məsafə necədir? Yiv çox vurulub, az vurulub, dəyirman daşları arasında məsafə necə olub? Yiv az vurulub müəllim. Yiv az vurulub. O zaman deyirsiniz ki, dəyirman daşları arasında məsafə bəs? O çox olub. O çox olub. Müəllimə deyim, müəllimə. Qoy Xərcül müəllimə desin. Deyin görüm hələ. Müəllimə, burada vint çox sıxılıb. Niyə Vint mən çox demək sıxılıb. Ona görə də narın alınıb. Həmin nədir? Məsafə az olduğuna görə. Məsafədə az olub. Rana müəllimə. Yox, məsafə az olub müəllimə. Vintdəki çox olub. Yaxşı, görək Söylə müəllimə nə deyir? Deyin Söylə müəllimə. Ha dedi də vint çox sıxılıb, məsafədə az olub. Ona görə də narın olub. Söylə müəllimə əsəbləşdi, ondan soruşmadıq deyə əsəbləşdi. Nə həqiqi davranırsınız? Yox, Xərcül müəllimə hələ mələm səs açıb cavab vermir. Siz hər dəfə sual cavabda iştirak edirsiniz, vətəndaş. Ona görə də. Xərcül müəllimə hərdən bir sual cavab. Bilirsiniz necədir? Mən bu müəllimə həqiqətən çox həmişə bütün sualları cavablandırıb. Elə bilirəm ki, bu müəllimə çox güvənir öz biliyinə və heç nə təkrarlamır. Mən belə bir nə bilim intuisiyam mənə belə bir söz dedi bu gün. Belə deyim də, Söylə müəllimə keçəni. Yox, dərslərə hamısına cavab verir. Bax Hə, yəni. Zərifə müəllimə deyirsiniz? Bəli, Zərifə müəllimə deyirəm mən. Hə, mən kram da güvənmirəm. Biraz onda özgüvənlik yaranıb. Hə, Zərifə müəllimə yaxşı cavabladı. Zərifə müəllimə biraz ayılsın da, yəni o mənada deyirəm. Zərifə müəllimə. Pətrüzə dəyərəm. Zərifə müəllimə. Yox. O hamıda olur da müəllimlər. Bir suala cavab vermək o O da demək ola deyil ki, bilər, hə. kimsə nəyisə bilmir, qəti şəkildə. Demək, hamıda o da olur ola elə. bilər, İstər ola iki bilər. mən qarışıq, insan bir də görsən beyni dolur, ən asan sual bir də hansısa bir məqam yaddan Mən bu günlərim hələ 7-ci sinifin parçasındakı təkrarlamışam. Aha, aferin sizə. Bax, Mənə deyin görüm, hardan deyin, hansı mövzudan deyin. Demək, 6-cı deməli qəhvəydəni bildikdə Zərifə müəllimə o hissəni təkrarlayırıq. Deyirdi ki, vint çox vurulanda daşlar bir-birinə yaxınlaşır. Yaxınlaşırsa deməli nə olacaq? Narın Narın hücumu baş olacaq. verəcək. Bəli. Bəs qəhvəydənlərdə var idi orada elektrikin. Hansı növündə? Deyirdik, şnurun yığılması üçün əlavə bölməsi var idi. İşləyən Bıçaqlı. zaman qapağını açsa. Hansı? Bıçaqlı. Bıçaqlı da yaxşı olsun. Bəs yaxşı. Əli tinklərin yerini dəyişdirmək istəyib. Onu bir neçə gün müəyyən bir məhlulda saxlayıb. Bu məhlulda saxlamağının səbəbi nədir? Rütubətliyini artırmaq istəyir, suda saxlayıb. Suda demək saxlayıb, rütubət ehtiyatına bərpa. Amma qurumasın deyə nədə? Çürüntülü torpağa və ya cilli horaya. Yaxşı olsun. Mulçalamış materiallar nə qədər? 6-8 sant. 6-8. Yaxşı, doğrudur. Yaxşıdır. Sizinlə də bu qədər. Çox sağ olun müəllim. Siz də sağ olun. Keçək, görək. Müəllimə gəlin mən. Hansı müəllimdir? Arzu müəllimə. Hə, Arzu müəllimə, gəlin. Necəsiz müəllimə? Sağ olun. Siz necəsiz? Sağ ol, yaxşı olasınız say müəllim. Yaxşı olun. Demək, Arzu müəllimədən nəyi soruşaq, hardan soruşaq? Şurupların başlıq formaları hansıları idi? Yarım dairəvi, gizli, yarım gizli. Aysan. Bəs birdən sizə deyəcək ki, nə desin? Nə desin, hardan desin? Onu yox. Pərçim hansı hissələrdən ibarətdir? Başlıqdan bir də mildən. Başlıqdan və mildən ibarətdir.
Yaxşı. Ramal iki metal, nə bilim, kiçik bir lövhə götürüb, bunları birləşdirmək istəyir. Və metalların, belə deyim də, ən geniş yayılan birləşdirilmiş üsulundan istifadə edib. Ramal bu lövhələri hansı üsullarla birləşdirib? Gizli üsulla birləşdirib də müəllimə. Yox, başlıqdan söhbət getmir. Metallar hansı üsullarla birləşdirilirdi? Onu yada salın. Yox, tez deməyək ki, müəllimlər. Qatlama Metal. üsulu ilə Qatlama var birləşdirilir. idi. Bir də nə var idi? Qatlama Bir də idi bir də. pərçim. Qatlama bir də pərçim müəllim unutmuşdum. Bunlardan Qatlama ən pərçim. geniş yayılan Qatlamada hansı idi? 2-3 santim qatlayırdıq da. Milli. 6-8 milli santim əyirdik. 2-3 santim 2-3 milli də qatlayırdıq. Orada da millidir, ikisində də. 200 milli aralı qoymaq. Deməli, ən geniş yayılan qatlamadır yoxsa pərçimdir? Ən geniş yayılan qatlamadır müəllimə. Qatlamadır. Deməli, 6-cı sinifdə. Aha, amma 5-dədir. Yaxşı, 5-dədir. 5-dir. Deməli, Əli bunları nə edib? Pərçim və qatlama üsulundan istifadə edib. Yox, sualımız belə idi. Ən geniş üsuldan. Ən geniş qatlama. Geniş yayılan qatlama üsuludur. Qatlamadır. Bəs bizə deyin görək, hardan deyin, nə idi? Dedik ki, duzlu suda yumurtanın keyfiyyətini yoxlayırıq. Əgər suyun, deməli, duzlu suya saldıq yumurtanı. Əgər dibinə düşübsə, bu nədən xəbər verir? Dibinə düşürsə təzəliyindən xəbər verir. Tam üstə çıxıbsa köhnəliyindən, ortada olursa, deməli, belə deyək də, normal olmağından da, yəni tam xarab deyil də, belə istifadəyə yararlıdır. Aha, yəni suda üzürsə istifadə. Deməli, dibə düşürsə deyirdik təzədir. Təzədir, bəli. Aha, tam üzə çıxdısa bu nədir? Köhnədir. Amma suda üzürsə? Suda üzürsə deməli yararlıdır da, istifadəyə yararlıdır. O da Uzun müddət qalan yumurtadır. Qalan yumurtadır, bəli. Yaxşı. Bəs birdən sizə deyəcək ki, hansı mövzudan? 6-cı Müəllim, sinifdə orada yararsız yazmamışdı. Ortada üzən yararsız yumurta. Yox, yararsız deyil müəllimə. Üstəki Valla yararlı. bir yararsız yazılmışdı axı. Yararsız, ortada üzən. Ortada üzən nə idi müəllimlər? Deyin görün biriniz. Uzun müddət. Dibinə düşən təzə. Amma biriniz deyin də. Biriniz açın səsi. Uzun müddətdir. Ortada olan uzun müddət. Amma üstə çıxıbsa bu nə idi? Yararsız. Yararsız, xarab yumurta. Bəli, bəli. Onu birdən rəsmi müəllimə qarışdırdınız. Yaxşı, ona baxarsınız siz. Bəs bizə desin Arzu müəllimə hardan desin? Parçanın üst tərəfi içəri olmaqdan qatla, diaqonallar boyu dart. Bu hansı mərhələ idi? Məsələn, kəsiklərin düzəldilməsi, kənarın kəsilməsi, nə bilim, əyriliyin aradan qaldırılması nə götürərsiniz? Əyriliyin aradan qaldırılması. Arzu müəllimə səsi gəlmədi. Hə, Arzu müəllimə buradasınızmı? Bəlkə interneti getdi. Arzu müəllimə görmürəm. Yaxşı. Sonra mən də gələrəm. Gəlin Günel müəllimə. Yəqin Arzu müəllimənin interneti getdi. Yaxşı, eyb yox. Elə siz cavab verin Günel müəllimə. Parçanın üst tərəfi içəri olmaqla qatladıq, diaqonal boyu dartdıq. Bu bir dəqiqə ikincisi idi də əyriliyin aradan qaldırılması. Əyriliyin aradan. Bəs parçanın cot tərəfi var, kəsib atdım. Bu hansı mərhələdir? Necə? Parçanın cot tərəfinin Kənarın kəsilməsi. Kənarın kəsilməsi. Yumurtanı işığa tutma üsulu ilə yoxlayırıq. Əgər təzədirsə nə görəcəyik və ya nə görməyəcəyik? Deməli, ağı aydın, sarısı görsənməyəcəksə, tündür, yəni qaranlıq kimi olacaqsa, onda təzədir bu. Deyirdik ağı aydın, sarısı çətinliklə görsənir. Çətinliklə görünəcək. Deməli təzədir. Bəs köhnə yumurtadsa biz nə görəcəyik? İçərisi görsənməyəcək ümumiyyətcə, qaranlıq. Yaxşı, heç nə görsənməyəcək. Kanapedə çörəyin qalınlığı nə qədər idi? 0,1. Necə? Kanapedə çörəyin qalınlığı. Deməli, bir dəqiqə yadıma salım. Açıqda 1, 1,5, bağlı 0,5, kanape 0,5, 1. Aha. Mənə deyin görüm, hardan deyin. Dedik çay bitkisi, elə o mövzudan da bir sual. Nə vaxt gətirilmişdi, hardan hara?
Ay Allah müəllimə, bir dəqiqə qoy fikrimi cəmləşdirim deyirəm. Kimisə Deməli, mikrofon açıqdır. O biri müəllimlər mikrofonu bağlayın da xahiş edirəm. Orada öz-özünüzə cavablandırın. Müəllim bilməyəndə sizdən soruşacağım. Narahat olmayın. Mhm. çay gətirilmişdi. E, Yəni hamınız üçün təkrardır da belə deyim. Orada cavablandırın. Görün nəyi bilirsiniz, nə yadınızdan çıxıb. Yaddan çıxıbsa e, gedib açıb təkrarlayarsınız. Mhm, deyin. çayın bu 5-ci sinif idi. Deməli, gətirilməsi kakaola Neçənci əsr? Hə, əsrdə idi. Ay Allah. 17. Holland 17. tacirləri. Hə, Holland taciri 17-ci əsrdə 17-ci. gətirilən şəhərlər deməli burada ola bilər ardıcılığı düz demərəm. Mhm. Birinci Şin idi, Şri-Lanka, Birinci Çin. e, Çinin özündə. Aha. hə, Çin, Şri-Lanka, Çindən İndoneziya, sonra nə idi? Hindistan. Onun da demişik qarışdı. ikizi bacı dövlət. Çin, sonra Hindistan. Yaponiya. Çin, Hindistan, Yaponiya, Yo, 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 yo. sonra yox, Çin, ardıcıllığı yadımdan Hindistan, çıxıb amma bilirəm hansı vardı. İndoneziya, Aha, sonra nə? Şri-Lanka, Ceylon, Şri Lanka, Yaponiya, Afrika. Yaponiya, Afrika, hə. O Bəli. ardıcıllığı yadımda qalmır. Bir də baxaram ona müəllimə. Ona baxarsınız. Mənə deyin görüm, hardan deyin. Əslində boşluqlarımı bilmək istəyirəm, ona görə bir də baxım. Mhm, yaxşı. 8-ci sinifdə oymalar. Dedik ən çətin oyma növü hansı idi? Oymalar və onların alətlərini bir də xahiş edirəm, elə burada soruşum, məndən yadıma düşsün. Deməli, ən çətin oyma deyirəmsə bu qabarıq relyefli. Qabarıq ən çətinidir. Ən sadəsi, Kənar xətt üzrə oyma, aha, ən qədimi, həndəsi, həndəsi. Bayaq dedi ki, müəllimlərdən birinə sual verdim, təkrar soruşuram. Həndəsi oymada elementlər hansı formalarda alınır? həndəsi oymada müxtəlif həndəsi elementlərdən istifadə olunur da, üçbucaq, Yox, onu sonra soruşmuram. Elementlər hə, əsas düz xəttli və Qövsləri. müstəvi səthi düz xəttli və qövsvari elementlər alınır. qövsvari, hə. Düz xəttli və qövsvari. Bəs yarımdairəvi çapıq hansı növdə yaranırdı? Dırnaq şəkilli. Dırnaq şəkillidə. Bəs yaxşı, alətlərdən soruşum. Oymada demişdik əsas iş aləti. Bir dəqiqə. Əsas iş aləti burada demək bıçaq olacaqdı. Aha, hansı bıçaq? Naxış bıçağı yoxsa tiyəsə çəpinə bıçaq? Tiyəsi çəpinə bıçaq. Oymada sadəcə deyir ki, əsas alət. Onda naxış bıçağı. Bıçağın Hə, biri əsas idi, yox, biri yox. yardımcı. Deməli, tiyəsi çəpinə bıçaq olacaq əsas iş aləti. Bir də nə soruşdunuz? İndi tiyəsi çəpinə əsas iş aləti. Bir də deyirəm ki, tutaq ki, ağac üzərində oyma işlərinin, nə bilim, oyma əməliyyatlarının əsas aləti. Onda iskənə olacaq. Bu da nov şəkilli Nov iskənə. şəkilli iskənə. İndi keçirik yardımçılara. Yenə də bir bıçaq yardımçıdır, bir bıçaq iskənələrdən biri. Bir bıçaq, bir iskənə. İndi onları deyək. Deyirəm ki, müxtəlif növ oyma işlərində yardımçı alətdir. Müxtəlif növ varsa burada olacaq iskənə. Hansı iskənə? Düz iskənə. Yastı, düz iskənə. Yastı, düz Arası iskənə. soruşaq ki, oyma işlərində yardımçı alət? Naxış bıçağı. Naxış bıçağı, yaxşı. Bu qədər bəs olar. Çox sağ olun müəllimə. Sayənizdə bunları yadımda saxlamağa çalışıram. Şükür. Demək belə. Sonra görək kim? Aytac müəllimə. Salam, salam. Bizi yaddan çıxartmayın müəllim. Yaxşı, narahat olmayın. Deməli, Aytac müəllimədən nəyi soruşaq, hardan soruşaq? Mənə desin Aytac müəllimə nəyi? Qoy beynimizi yeniləyək, formatlayaq. 8-ci sinifdən soruşmaq istəyirəm. 8-dən hardan soruşaq? Oymalardan soruşmuşam. İstəyirəm ki, qarışıq mövzular olsun ki, hərəsindən biraz xatırlayasınız. Orada var idi alətlər, məsələn, nazik iş salan alət, nə bilim, o birisi kürəyə bənzər və s. Bunlardan hansı idi ki, bəli, naxış basmada istifadə olunan alətlər. Bunlardan hansı idi ki, düz və qırıq-qırıq izlər salırdı? Diskli alət. Diskli. Fonun işlənməsində hansı idi? Onun işləməsində puanson. Puanson.
Bəs birdən deyəcək puanson başqa necə formalı izlər salır? Ulduz və xaçvari naxışlar Ulduz. salır. Aysən doğrudur. Bəs birdən sizdən soruşsa ki, testdə nəyi soruşsun? Ramal nə edib? Ramal rəngsaz malası, sonra nə bilim rəngsaz qaşıyıcısı götürüb gedir divardan rəngi çıxarmağa. Sizcə hansı üsulla çıxarmağa hazırlaşır? Mexanik üsulla. Mexaniki. Amma fen və tutaq ki bir qaşıyıcı mala. Termik üsulla. Aha. Bəs birdən desə ki, divar kağızını divardan çıxarmağın ən yaxşı rahat yolu, üsulu. Kimyəvi üsulda da sabunlu məhlullar istədərsən, çıxardırsan. Bəli. Bəs yaxşı, mənə deyin görüm. Flis hansı fırçalara deyilirdi? Biz sıx fırçalara, yastı sıx fırçalara Yastı yoxsa yumru? yumru. Yumru. Nə bilmədim. Yalansa yazıklar olsun. Yastı, yastı. Aha, yastı fırçaları idi, bəli. Əmin olanda variantınızı dəyişməyin. Siz mənə niyə baxırsınız ki? Variant dəyişməyə mən bəlamdır. Aha. Mənə deyin görüm hardan deyin. Sizə deyəcək o asma tavanlar var, gips kartondan yığılan lövhələr. Onların birinci üstün cəhətləri vardı. Onlar yadda qalıbmı? Üstün cəhətləri odur ki, orada son mallamaya ehtiyac yoxdur. Elektrik naqillərini, kabelləri altında gizlədir rahatlıqla. Qüsursuz düz səth. Qüsursuz düz səthi görüntüsü verir də, yəni baxanda. Bəli. Sonra nə? Deyirdik ki, istənilən materialdan istifadə Həndəsi formalar deyilir. Həndəsi forma, istənilən materialdan istifadə, ondan sonra nə var idi? Əvvəlcən hamarlanma, bayaq dediyiniz kimi tələb olunmur. Yaxşı. Mənə deyin görüm hardan deyin. 9-cu sinifdən. Ailə büdcəsi, Günel müəllimə 9-u qaldırıb Smaliki göylərə. Ailə büdcəsi nələrdən ibarətdir? Atanın gəlirləri, ananın gəliri. Bəs yaxşı, ailə büdcəsi hansı mənbələrdən formalaşır? Yox, elə bir Əmək haqqının alınması, təqaüdlər, müayinətlər, pensiyalar. Yox, qarışdırırıq. Gəlir xərc. İndi bir şey soruşum. Aytaz müəllimə, siz bizim ödənişsiz qrupdansınız, yoxsa bizim müdavimlərdənsiniz? Mart material qrupundan. Mart material qrupundan. Sizi indi yandırmaq lazımdır. Yandırmaq. Elə ona görə soruşuram. Ona görə soruşuram. Bir görüm sizi yandırım yoxsa yox. Ailə büdcəsi nələrdən ibarətdir deyəndə nə götürürdük vətəndaş? Yenə ipucu verə bilərsin Məmməd. Yox, Aktiv, məndə passiv. ipucular yoxdur. İpucularım var ki, Aktivlər, passivlər. Aktiv odur ki, bizim aldığımız əmək haqqıdır. Passiv də odur ki, kreditdə borcdur. Bunlar götürdüyümüz, bunlar da passivlərdir. Bax, sizə od da göndərdilər, sizi yandırmağa. Gördünüz, hazır durublar burada. Od belə ateş göndərirlər. Nədir? Tonqal. Tonqal Smalikidə göndərdilər. Amma ailə büdcəsi hansı mənbələrdən formalaşır deyəndə? Gəlir xərc deyil. Yox. Ata-ana. Atanın gəliri. Ata-ananın gəlirlərindən formalaşır ailə büdcəsi. Mən yatmaq istəmirəm. Bəs birdən sizə deyəcək ki, hardan desin, hansı mövzudan? Bir sualda hardan verək? Bir sualda hardan? 6-cı sinifdən nəyi soruşaq sizdən? 6-dan. Mənə deyin görüm, dedik ki, o hansı vitamin idi ki, yağların həzm olunmasına kömək edirdi? Onu deyirdim. Yox, o biri müəllim səsi tez açır. Hansı müəllimdir? Ürək belə Smalikindən girər. Tez açmayaq, səsi zəhmət olmasa bilməsə soruşacağam, yaxşı? Artıq eşitdim axı. Hansı oldu? A vitamini. A vitamini. Yox, müəllimə. Yağların həzm olunmasına kömək edən B vitamin. vitamini. B vitamini, B. Y vitamini, Y vitamini. Xeyr, yağ ye. Y vitamini. Yağlarla bir yerdə olan da vitaminidir. Yaxşı həzm olsun deyə. Aləm qarışdı. Mənə yaxşı mesaj bölümünü atdım. Yazmaq istəyəndə sizlər ora yazın. Qoy hamı səs Ruhani atmasın. müəllimə,
Bəli. Ruhani müəllimə, axşamınız xeyir olsun. Axşamınız Burada xeyir. bütün qruplarda yoxsa müəllimə burada Bəli, yan... bütün qrup. Ödənişsiz qrupumuz da var, öz müdavimlərimiz də var. Hə, mən biraz Yəni. gec Hayrola. qoşuldum, Bizim bilmədim. açar sözümüz var idi. Yağ ye. Aa, mesaj bölümünü açdım. Kim əlavə A yazmaq istədi? müəllimə, A vitamini yaxşı həzm olsun deyənə yox. Mənim Qarışdım. sualım Ya- belə idi. İndi səsi bağlayaq. Xahiş edirəm bu sualımı təkrarlayım. Aytəz müəllim öz cavab versin də. Yaxşı. Kim cavab yazmazsa mesaj bölümünə yazın. Mən oradan baxıram sizə. Görüm kim düz yazır, kim səhv yazır. Bəli, səslər çünki qarışanda sonra kayıtda izləyən müəllimlər də heç nə başa düşməyəcək. Deməli, Aytəz müəllimə, sualımız belə oldu ki, yağların həzm olunmasına kömək edən vitamin. E vitamini. Y vitamini. Bəs yaxşı. Mənə deyin görüm, o hansı vitamin idi ki, karbohidratların həzmini tənzimləyir? A vitamini. Yo. Vitaminləri qarışdırırsınız. Ha, Vitaminləri. bakmalıyım. Karbohidratlarda B idi müəllimlər. Dərsi B idi. qayıdın bəli, YouTube'a Karbohidrat yerləşdirəcəm. B. Karbo, bo. Həmişə deyirdiniz B. B. O boyda açar sözlər demişəm, orada yazıqlar olsun. Bəs yaxşı, bir sual da verək Aytəz müəllimə. Mənə deyin görüm. Elə vitaminlərdən oradan birində soruşaq, zülal, yağ, karbohidratlardan. Hansıdır ki, orqanizmdə çatışmayanda nə olur? Deməli, qocalma prosesi sürətlənir. Fiziki, zehni güc azalır. Zulallar. Zülal. Mən ən yaxşısı mesaj bölümünü bağlayım. Doğrudur. Mesaj bölümünü açıq saxlamışam. Müəllimə sual verirəm, müəllim cavab verməmiş burada yazılır. Mən dedim ki, açıram mesaj bölümünü. Siz o dəqiqə yazmayın. Müəllim bilməyəndə dedim, deyəndə yazın, onda yazarsınız. Bunlar bu dəqiqə mesaj bölümündə sual cavab eləyəcəm. Bir 10 dəqiqə vaxt saxlayacağıq. Aytəz müəllimə bu qədər, amma razı qalmadım ha. Sizi yandırmaq lazımdır. Pis yerdən tutulacaq mən. Pis yerdə. Mən bilmişsiniz, UZI kimi, rentgen kimi kim hardan zəifdir, kim hansı mövzunu öyrənməyib, oradan sual verirəm. Ərazili Geçen tədqiq. sefer bana vermiştiniz bu gips karton lövhələri, bunlar soruşmuşdunuz məndən. Onda zəif cavab vermişdim. Demişdiniz, xoşuma gəlmədi. Elə bil bu günləri bildiniz ki, mən həmin aytacağım. Mənə o soruları tezdən verirsiniz. Ay sən düzdür. Onları atlattım, getdim başqa yerdə. İndi bu gələn dəfə də buranı möhkəmləndirin gəlin. İnşallah. İnşallah. Çox sağ olun. Növbəti müəllim, sizə sağ olun. Növbəti müəllim. Hansı müəllimdir Müəllimə, gəlin sizə bir deyin. söz deyə biləm, zəhmət olmasa. Bəli, Mən Rövşən bağışlayın, sizi müəllim. narahat edirəm. Deyin. Mən elə bir indi sizin bu qruplarınız var da, bu indi imtahana inşallah ki, 25 günümüz qalır bizim belə deyək də. Aha. Elə bir mən elə bir istəyərdim biz sizin qrupa qoşulub bu elə bir dinləmək Təkrar üçün. eləmək üçün. Belə deyim də, Bəli, Rövşən müəllim, bəli. imtahana az müddət qaldığı üçün demək olar ki, mən qeydiyyatı dayandırmışam. İnanın ki, nə qədər yazan var, daha heç kimi götürmürəm. Bilmirəm. Yəni Amma sazlar eybi elə yox. bir məndə də sertifikasiya mən ona görə mən deyirəm. Əgər mümkünsə Aynen. zəhmət olmasa Eyb yox, siz kömək edin yazarsınız, müəllimə. sizi götürəcəm. Yaxşı, yazarsınız. Mənə WhatsApp nömrəmə Oldu yazın. müəllim. Amma indi o biri müəllimlər inciməsin. Çünki ödənişsiz qrupdan da nə qədər müəllim yazıb. Mən amma qeydiyyatı dayandırmışam. Həm ixtisas qrupuna, həm də Hə. kurikulum qrupuna daha heç kimi götürmürəm. Bax, o gündə neçə müəllimlər yazıb. İndi o birilər deyəcək ki, bizi götürmədir. Amma götürmürəm. Amma siz yazarsanız sizi götürəcəm. Yaxşı. Oldu müəllimə. Çox sağ olun. Allah köməyiniz olsun. Siz də sağ olun. Demək, indi görək hansı müəllim. Müəllimə. Gəlin Dilşad müəllimə. Mənə deyin görüm hardan deyin. Sizə Bəli. 8-dən sual verək biraz. 8-dən. 8-dən hansı mövzudan? Qoy yadıma salım görüm nədən sual verməmişik. Avtomat qurğuların növləri hansılar idi? Bəli, met. Qısa deyim də met. Aha, bəlkə biri bilmir. Yaxşı, mexaniki, elektromexaniki, elektron, termoelektrik. Yaxşı olsun, bəli. Vaxt getməsin deyin. Bəli, Verin. dərsdə. Yaxşı. Aha. Deməli, belə. Bəs birdən sizə deyəcək ki, hardan desin. 8-dən hansı mövzudan? Onu yaxşı, növlərin yadda saxlamışıq, düzdürmü? Elə qrupların da sayın, çünki çox müəllim qruplarını unudur. Bəli, avtomat nəzarət, avtomat idarəetmə, avtomat tənzimləmə, avtomat mühafizə. Yaxşı olsun. Toz soranın demişdik tozluqları neçə cür ola bilər? Hansı materiallardan hazırlanır?
Kağızdan, parçadan, bir də plastikdən. Bir də plastikdən. Mənə deyin, görüm, hardan deyin. Ərzaq mövzusu var idi 8-ci sinifdə. Nəyin Bəli. köməyi ilə orada deyirdi xəmiri həm qarışdırır, həm yaymaq, həm də müxtəlif nə bilim şəklə, formaya salmaq. Lövhələrin, taxta Lövhə. lövhələrin. Ay, sən lövhə idi. Oxlovlar hansı materiallardan hazırlanırdı? Oxlovlar bu taxtadan, plastikdən, bir də nədən? Taxta, plastik, bir nə? Və farfırdan. Farfırdan, hə, bəzəklilər də var. Onlar da başqa cürdür, naxış salmaq üçün. Doğrudur. Mənə deyin, görüm hansı mövzudan, hardan deyin. Bəli. Konservləşdirmənin əsas şərti nə idi? Əsas şərti kip bağlama. Kip bağlama. Amma əsas avadanlıq vasitə nə idi? Banka. Bankanın özü. Yaxşı, olsun. Mənə deyin, hardan deyin, nə deyin. Deyirəm ki, demək nə? Onu yox. Kimsə mikrofon açıqdır. Sizdən gəlin Müəllimə soraq demək nə idi? istəyirdim, Sevinç Bəli, müəllimə. Sevinç müəllimə, bizimləsiz. Bəli, axşamınız xeyir olsun. Axşamınız xeyir. Bu oxlov bir dənə testdə çıxdı qabağıma. Mən də plastik götürdüm, amma plasmasıymış. Hə, plasmasdır, bəli. Müəllimə plastik dedi. İndi güya ki, sual tərtib eləyiblər də. Yəqin ki, variantda salıblar. Vallahi da, yəni plastik, plasmas elə bilirəm. Məncə eyni şeydir, amma ki, Plastik, plasmas elə biz adi həyatda da eyni şey deyirik. Yəni plastik də deyirik, plasmas da deyirik. Yəni bilirsiniz necə? Bəziləri elə suallar hazırlamağa çalışır ki, güya ki, indi nəsə də yəni. Bunlar olsa dəfələrlə mən kitabda dilə plasmas yazılıb, ona görə yadımda qaldı. Bəli, lap yaxşı. Yəni çox belə nəysə də bəzi suallar elə eləyirlər ki, güya ki, indi bir nəsə Amerikaçılılar özlərinə, nəsə samballı sual qoymaq istəyən qoysun da ortaya. Amma belə yersiz bu müəllimləri görə orada çaşdırmaqdan nə əldə edirsən. Amma normal sual qoy, radara sal, o başqa söhbət. Amma belə bu bir də görsən ki, söz sonucu bir dənə hərflə, bir dənə nə bilim nədən, nəysə. Bizə deyin görək, Dilşad müəllimə hardan, bir sualda nədən verim sizə. Həcmli naxış tikmədən soruşum elə. Həcmli naxış tikmədə. Bəli, mən. Elə həcmli naxış tikmə, muncuqla naxış tikmədə nazik iynə yoxsa qalın iynədən istifadə olunur? Nazik. Nazik iynələrdən istifadə olunurdu. Doğrudur, bəli. Yaxşıdır. Sizinlə də bu qədər bəs olar. Sağ olun. Siz də sağ olun. Gəlin, mən Görürəm Səfinə kimlər müəllim. var. Səadət müəllimə, gəlin. Gəlin. Bax, indiyə qədər olan sualların hamısına cavab vermişəm. İndi özümə çatanda. Sonra məni çağırarsınız müəllimə. Yaxşı, sonra rəsmiyə müəllimə Bir gələcək. gündür müəllimə dərsə də qoşula bilmirəm. Bizdə Qəbələdə vəziyyət çox pis vəziyyətdir. Vay, hava şəraiti ilə bağlı. Allah Bəli. kömək olsun. Burada Sağ şəhərə olun. də bayaq yağırdı, dayandı deyəsən biraz. Demək, sizdən nəyi soruşaq, hardan soruşaq? Səadət müəllimə. Mənə deyin 8-9 bərbad. 8-9 bərbaddır. 7-ci sinifdən nəyi soruşum sizdən? 7-ci sinifdə. Bolt və qaykalar nələrdən hazırlanır? Bolt və qaykalar 600-də. Aha, bolt və qayka 6 bucaqlı. Bəs birdən sizə deyəcək ki, relis və şiveller. Bundan haralarda istifadə olunurdu? Onlar dəmir yollarında. Reyslərdə, şivelərdə. Yaxşı. Bəs birdən sizə deyəcək ki, balıq, düzdürmü? Balıq. Bəli. Balıqdan nəyi soruşum? Qaynatmaq üçün hansı balıq növləri daha əlverişlidir? Kütün. Aha, deyin. Şeydə yadına düşür. Yadına çıxdı mənim. Kütündür, stavrida, skumbriya, çəkinin özü, düzdürmü? Dedik, nərə balığı fəsləsinə aid olanlar idi də onlar. Qaynadan zaman 1 kiloqram balığa nə qədər su götürmək lazım idi? 1 stəkan. 1 kiloqram balığa qaynatma deyirəm, qaynatma. Qaynatmada 1 stəkana 1 kilograma 1 kilograma 1 litr. Aysan. 1 kilograma 1 litr. O hansı şorbalar idi ki, dedik ki, nə olur?
Pəhriz yeməyi hesab olunur. Şəffaf şorbalar. Pəhriz yeməyi. Şəffaflar deyil. Püre şəkilli. Püre şəkilli. Püre şəkilli şorbalar. Püre Səsim şəkilli. narahat gəlir, eləmi mən? Biraz Eşidirəm. hərdən, amma belə eşidirik. Püre Püre şəkilli şəkilli. şorba. Ay, Bəli. Əkbər aşağı elə kodunu. bəs bu hansı şorba idi? Şəffaf yoxsa qatışıqlı? Deyirdi ki, bişirilmənin sonuna yaxın, nə bilim, tərəvəzin, Şəffaf. ərzaqların. Şəffaf şorba. Şəffaf Şəffaf. yoxsa qatışıqlı bişirilmənin sonuna yaxın? Yox, tez mikrofonu heç kim açmasın da müəllimlər, xahiş edirəm. Bu Sonuna mənim yaxın özüm. qatılanları bişirib üzərinə qatılanlar qatışıqlı olurdu. Ən sonda qatılanlar. Şəffaf şorbalarda isə olan suyunda bişirilirdi. Suyu su şəklində olur, şəffaf şəkildə olurdu. Aha. Əlavə qoyulurdu. Bəli, ərzaqlara əlavə bişirilirdi, hə? Məsələn, süfrəyə veriləndə üzərinə əlavə oluna bilər və ki, qarnir kimi verilə bilər. Bu şəffafdadır. Amma qatışıqlıda deyirdi ki, bişirilmənin sonuna yaxın. Hə, Sonuna yaxın. qatışıqlıda əlavə olunurdu. Əgər desə ki, bişirilmənin sonuna yaxın, deyəcək ki, bu qatışıqlıdır. Bəs mənə deyin görüm hardan. Sizə deyəcək ki, nə desin 7-ci sinifdən biraz parçalarından soruşaq. Poliefir lifindən alınan parçalar. Adlarını deyin görək hələ. Poliefirdən. Neylon, diedron, yox, Bir o də neylon, kapron. kapron. Bu Onlar poliefirin yoxsa poliamidin? poliamiddir. Krimplen, o poliefirindir. Krimplen, sonra nə idi? Poliester, bir də laksan. Laksandan bəli. Onlar da poliefirindir. Doğrudur, bəli. Gizli bastırma tikişin 3 dənə növü var idi. O növlərin adını deyin görək hələ. Biri düz tikişlə qatlama. Çəpinə, Bağlı. şəklə, Aha, çəpinə, bir də hansı? gizli, çəpinə. Yox, gizlinin növləri idi. Düz tikişlə qatlama, çəpinə tikişlə qatlama, bir də xaçvari. Xaçvari. Aha. Səkinə xanım müəllimə X hərfini göndərir. Biz heç görmədik sizin köməyinizi. Kömək edir. Mən Kömək eləyir oradan. Müəllimə, qonaqlıqdayam. İnanın bir kənara çəkilmişəm. Qoy mən çıxmışam. Qonaqlıqda. Yaxşı, bir sual da verim gedin. O hansı detalların birləşdirilmələri var? Məsələn, deməli, nə bilim, qayqası, şaybası. O hansı idi ki, bir tərəfində başlıq, üzərində çıxıntı, digər tərəfində mil üzərində. Vint idi, vint. O vint idi. Yaxşı, gedin. Çıxın. Çıxın. Ən yaxşı üzü sulu şəkildə çıxın. Gedin qonaqlar. Yox, təbii ki, zarafatdır. Deməli, sual cavab elət ki, insan beynin toparlayıb cavab verinə və s. Amma variant olur da, testdə qarşınızda variant olur. Çox şey yadımıza düşür müəllimə. Çox şey Allah köməyiniz olsun. Müəllimə məndən də soruşarsınız. Axşamınız xeyir müəllimə, necəsiniz? Axşamınız. Müəllimə, zəhmət olmasa axırıncı sual nə idi? Fikrim getdi. Axırıncı sualımız dedim ki, o hansı bəlkəcə detaldır. Başlığında çıxıntısı var, digər tərəfində mil üzərində yivi var. Kimsə ekran paylaşım eləyir. Kim eləyir müəllimlər? Bax, ekranda görsənirsiniz. Kimdə ekran paylaşım eləyən? Hə, çıxdılar. Diqqətli olaq. Gəlin müəllim. Gəlin rəsmiyə müəllimə. Çünki YouTube-a da yerləşdirəcəm. Sonra da mən gəlirəm müəllimə. Yaxşı. Müəllimə, məndən də soruşarsınız, zəhmət olmasa. Yaxşı. Demək, rəsmiyə müəllimədən nəyi soruşaq, hardan soruşaq? Hə, rəsmiyə müəllimə. Bizə deyin görək. Deyirdik ki, xırda detalı böyük detalın üzərinə qoy tik. Bu hansı tikiş idi? Qısa soru. Zalama. Necə? Zalama dedik. Zalama, yaxşı. Amma bəs birdən sizə deyəcək ki, nə desin? O hansı vitaminidir əzələlərin möhkəmləndirilməsi üçün vacibdir? Əzələlər möhkəmləndirilmə Y vitamini idi. Əzələlər Y vitamini idi. Bəs birdən sizə deyəcək ki, bu orqanizmlə çatışmayanda deyirdik nə baş verir? Məsələn, baş gicəllənmə, halsızlıq, bu kimi hallar. Karbohidrat. Karbohidrat, bəli, doğrudur. Mənə deyin, hardan deyin, nəyi deyin? Deyirdik ki, masanın ayağının yuxarı hissəsində çat var.
Bu çatın təmirində hansı resurslar lazım idi? Onların adı nədir? G şəkilli G sıxac, şəkilli sıxaclar vardı. Bir də devrələmə sıxac. dövrələmə Onlardan sıxacı, istifadə, bir də yapışqan. bir də yapışqan, doğrudur. Bu çat olan hissəyə ən əsas hansı sıxac bərkidilməlidir? G şəkilli yoxsa dövrələmə? Dövrələmə sıxac bərkidirlər ki, o tərpənməsin də, yapışqan Yox, yapışsın çata ona. əsas çat olan hissəyə dövrələmə yoxsa G şəkilli? G şəklini vururdular, devrələmə də bərkidirdilər. Aha, dövrələmə deyirdi bir ayaqdan o bir ayağa istiqamətlənmiş şəkildə bərabər Yəni təzyiq bağlayırdılar. olmazsa. Amma əsas çat olan yerə G şəkilli. Mənə deyin, hardan deyin, hansı mövzudan deyin. Sizə deyəcək ki, testdə nə desin? Sizə deyir ki, 6-cı sinifdən biraz suallar verək. 6-cı sinifdən hardan sual verim? 6-cı sinifdən. Lehimləmə. Lehimləmədə nəyi soruşum sizdən? Dedik, nəyin köməyi ilə lehimlənəcək hissələr bir-birinə daha yaxşı birləşir, yapışır? Flüsün Flüslər. flüsün köməyi ilə. Çünki Bəli. onun üzü səthinə çəkilirdi, o yapışanda da yaxşı yapışırdı. Aysan, bəli. Amma desə ki, flüs olaraq nədən istifadə olunurdu? Kanifoldan. Bəli, doğrudur, kanifoldan. Bəs birdən sizə deyəcək ki, hansı mövzudan hardan desin? Onu yox. Elektrikdən soruşum biraz. Naqillərdən cəryan keçir. İtkini azaltmaqdan ötürü naqillər neyinkəsinin sahəsini necə dəyişməliyim? Onu böyütmək lazımdır. Enkəsinin sahəsini böyütmək lazımdır ki, itki az olsun. Doğrudur. Drillərdə demişdik ki, bu dəlik deşik açır drillər, bunu bilirik. Ondan əlavə 3 dənə emalın adı keçirdi. Hansı emallardır bunlar? Drillərdə 3 dənə emal. cilalama, təmizləmə, bir də nə idi? Cilalama, təmizləmə, biri də var idi. İstiləmə. İttiləmə. İtiləmə, itiləmə. Aysan. Ramal. Drilin patronuna götürüb nə quraşdırsın? Deməli bir dairə quraşdırıb. Bununla hansı Bəli. emal həyata O keçirilir? cilalamadır. Dairə isə cilalamadır. Amma birdən sizə deyəcək ki, nə? İtiləyici quraşdırıb patrona. İtiləmədir. Aysan. Bir sualda hansı mövzudan gəlsin? Deyirdik ki, lazımi miqdarda muncuq götür, ilgəklərdə təsbit et, sonda vurulmasını apar. İlgəklərdə nədir onun? İlgəklər təsbit edilməsidir də. Elə İlgəklər. İlgəklərlə. Bəli, ilgəklərlə. Doğrudur. Yaxşıdır vəziyyətiniz. Sizinlə də bu qədər. Sağ olun müəllimə. Bayaqki suallarda müəllimə çox sağ olun. Allah köməyiniz olsun. Yəni, təxmini hamısına cavab verdim. Bir ağacların əkilməsində adi bir şeydə su ilə horranı qarışdırdım. Belə. Sudan horranı qarışdırsa, eyb yox, heç nə olmaz. Sudan horranı qarışdıranda görək nə alınacaq? Belə də sual verək də. Sudan horranı. Yenə horra alınacaqdır. Su ilə unu qarışdır, horra alınsın. Biraz daha duru versiyası alınacaq, Biraz daha duru Başlayır müəllimə tez. Salam müəllimə, gəlim mən də. Sağ ol müəllim. Esmira müəllimə, Rəfiqə müəllimədən sonra dönüm sizə. Yaxşı? Yaxşı müəllimə, yaxşı. Biraz Axşamınız xeyir müəllimə. Axşamınız xeyir. Mənə bunun kaydı qalacaq da YouTube-da inşallah. Bəli, YouTube-a yerləşdirəcəm. Çox sağ olun dərsə görə müəllimə. Siz də sağ olun. Amin müəllimə, mən də duaçıyam sizlərə valla. Sual cavab o qədər beynimiz açır ki, elə bil heç oxumamışıq müəllimə bizdə. Düz istər-istəməz indi imtahana yaxındır, həyəcan var, ondan sonra Deməli. onu oxu, bunu oxu, hamısı üst-üstə yığılır. Müəllimlər elə bil ki, oxuduqda yaddan çıxır. O insana elə gəlir də. Amma testdə yada düşür. Heç nə bilmirəm müəllimə. İmtahana yaxın hamıda belə olur müəllimlər. Çünki material çoxalır. Gah onu deyirsən oxuyum, bunu oxuyum. Cavab həqiqi müəllimə. O qədər sizə alqış eləyirik ki, valla. Mən də rəsmi müəllimə kimi. Bu həftə müdavimlər üçün deməli 2 dərs əlavə dərs alacağam. Onun biri başqa bir yöndə olacaq. Onu dərs zamanında deyəcəm. Biri isə sırf sual cavab olacaq. Amma hansı mövzulardan onu da qrupunuza yazacağım axşam.
İnşallah İnşallah. müəllimə. Demək, belə Rəfiqə müəllimədən nə soruşaq, hardan soruşaq? Hə, Rəfiqə müəllimə, qoy beynimi formatlayım. Mənə Tərdən biraz çox zəifəm müəllimə. hansı Tikişlər yenə mövzuda? oxuyacağam. Elə tikişlərini istəyirəm hamısını təkrar yenə də bir dəfə qabağıma qoyum, təzədən çalışım, yazım. İndi yaza öyrəndim. Qabaqları Tikişlər üçün əlavə dərs alacağam bu həftə. Narahat olmayın. İnşallah müəllimə. Əlavə dərs alacağam. Bilirəm ki, o mövzularda çox müəllimin çətinliyi olur. Bizə deyin, hardan deyin, nə deyin. Tikiş demişkən bir-iki dənə tikiş sualı verim, görək yadımızda qalıb. Hə? Dedik, nə baş versin? Nə baş verdi, hardan baş verdi? Biri bitən nöqtədən o birisi başlayırdı. Bu hansı tikiş idi? Deyirsən birbaşa idi müəllimə. Birbaşa, aysan. O hansı tikiş idi? Maşın tikişini xatırladırdı. İynə arxaya tikiş idi. İynə arxaya. Hə? Elə bunun bir dənə növ var ki, bu birbaşa tikiş, düzdürmü? Bəli. Elə bu da nə edirdi? Maşın tikişini xatırladırdı. Bəs o mövzuda bir də belə bir şey var idi. Deyirdi ki, nə? Zəif burulmuş sapla, nə bilim, eyni ölçülü tikiş araları ilə yerinə yetirilirdi. Bu hansı tikiş idi? Zəif boru. Deyirsən, bu testdə də salmışdı müəllimə. Zəif. İynə qabağa tikiş deyirdi müəllimə. Zəif burulmuş sapla, zəif. Dilimin ucunda adama yadımdan çıxdı. Su deyil. Sevinç müəllimə göyə su damlası qaldı. Hə, su tikişi. Bunlara da mənim sözüm yoxdur. Müəllimə. Orada açar sözümü vardı. Su zəif axır. Zərif, su. Demək, belə. Mesaj yerim bağlayıram. Deməli, cavabları burada göydən qaldırırlar. Smalik. Bax, biri bali ilə qaldırıb, yəni bali ilə suda üzür, heç nə. Belə yaradıcı təfəkkür, nə bilim. O kimi də bali ilə qaldırdı göyə. Deməli, bu şeyləri dərsi öyrənməyə həsr eləsəydiniz indi, hə? O kimi də su damlası qaldırırlar, nə bilim, valla. Mənə desin, Rəfiqə müəllimə hardan desin, nə desin. Uşaqlar bəzən deyir ki, şagirdlərə deyirsən, bunu dərsə həsr eləsəydin, indi nə olmuşdu, belə olmuşdu, hə? İndi o vəziyyət. Bizə deyin, Rəfiqə müəllimə, asetat, bir də 3 asetat. Hansı temperaturda? Onlar üçün temperatur var idi. Bəli, müəllimə. Asetat 210 dərəcədə idi. 3 asetat 300 dərəcədə idi. Aysan, doğrudur, bəli. Bəs belə bir şey demişdi ki, o xarici görünüşünə görə təbii pəyə bənzəyirdi. Bu viskoz idi, yoxsa asetat 3 asetat idi? Xarici görünüşünə asetat 3 asetat idi müəllimə. Aysa, əla. Bəs yaxşı, bəs yaxşı, bəs yaxşı. Sizə deyəcək hardan desin, nəyi desin. Nəyi desin, nəyi desin, onu yox. Mənə deyin görüm. Bu poliamid. Bunun mənfi cəhəti nə idi? Deməli, poliamid güvə yemirdi. Poliamid qırışması yox idi, yoxsa... Belə soruşum da, onlar heç, onlar düzdür. Pis hopdururdu, yoxsa yaxşı hopdurma? Pis hopdururdu müəllimə. Pis hopdururdu. Bir də nəyə qarşı? Yüksək temperatura, hərarətə qarşı həssas idi. Həssas idi, bəli. Yanında da bərk kürəcik əmələ gətirirdi. Doğrudur. Bəs sintetik liflərin ən möhkəmi deyəndə hansı idi? Ən möhkəm polifir idi müəllimə deyəsən. Yoxsa poliamid? Poliamid oldu. Müəllimə, yanında bərk kürəcik yox, axı yumşaq İndi ora kürəcik. gətirəcəm də Poliamiddə yumşaq olur da axı müəllimə, poliamiddə. İndi ora gətirəcəm sözümə. Sintetik liflərin Rəfiqə müəllimə demişdi ki, ən möhkəmi hansıdır? Elə ona görə səhv yadda saxlayıb Rəfiqə müəllim olaraq qarışdırıb. Ən möhkəmi hansı idi? Poliamid. Poliamid. Amma onun kürəciyi nə idi? Tərs mütənasib. Tərs mütənasib. Yəni onun kürəciyi yumşaq idi. Onda polifirin kürəciyi bərk idi. Aysan, bəli, indi düzdür. Bir sual da hardan verək? Hardan verək sizə? Müəllimə. Bəli. Deyirdiniz, elm tərəfi, hilim tərəfi. Baxıram ki, biz deyəsən hilim tərəfində daha uğurluyuq. Demək, Rəfiqə müəllimə bizə desin, nəyi desin? Sizə deyəcək ki, testdə nə olsun? Bir tərəfində başlıqdır, digər tərəfində mili var da, bunun üzərində nə bilim yivlər açılıb. Sadəcə bir tərəfində başlıq, digər tərəfində yiv olan silindrik bir detaldır.
Boltdur da müəllimə. Bu boltdur Aysa. Amma çubuq formasında bu Sevinç mənə boltu qaldırdı göylərə. Mildi müəllimə. İki tərəfində də heç bir şey, ancaq ortasında yiv Aysa. olar. Mildi. Bəli, doğrudur. Amma daxilində deşiyi, bir də nə vardı? İçində yivi var idi. Bu hansı detal idi? Qaytan deyirsiniz də Qaytan, yəqin. bəli. Amma disk şəkli olan disk formasında. Şaybadır. Disk şəkli Şayba. olan şaybadır. Doğru. Mildi bolt. Bir də vintdir ki, vintin də başında çıxıntısı var. Şansı var. Doğru. Yaxşı. Sizinlə də bu qədər. Müəllimə, bilmədiyimiz çoxdur. İntihası şansımız Eləsi çıxdı. yaxşıdır. Allah köməyimiz olsun müəllimə. Gəleyim mən də. Esmira müəllimə idi növbədə. Yaxşı, sonra dönəcəm Samirə müəllimə. İşdən verin də o Sonra müəllimiyə. İşlərdən. Sonra mən dedim. Hə, sonra Yasəmən müəllimə. Yaxşı. Yasəmən müəllimə, Samirə müəllimə, Esmira müəllimədir. Sonra da keçəcək mesaj bölməsinə, onunla da yekunlaşdıracaq. Yaxşı. Çünki mən də gedəcəm testlər hazırlamağa, sınaqlar hazırlamağa. 1 saat yarımda buradayıq. Hə, biraz da davam eləyək. Keçək mesaj bölməsinə sual yarışı. Kim yaza bilməsə yerində cavablandırar. Esmira müəllimədən nəyi soruşaq, hardan soruşaq? Mənə deyin görüm. Ramal istəyir ki, metalı hissələrə bölsün. Bu zaman qələm, məngənənin dodaqları neçə dərəcə bucaq altında tutulmalıdır? Düz bucaq altında 90 dərəcə, yəni. Aysan. Amma qat götürmək istəyirsə, emal pay çıxarmaq istəyirsə, Qat götürməsi 35 dərəcə bucaq idi. aha, 35 idi, yoxsa 30 idi, bilmirəm ki. 35 idi, mənim səhv eləmirəm. 35, elə səhv eləmirsiniz. Düz eləyirsiniz, amma əmin deyilik cavabdan. Bəli, mənim siz belə sual verəndə biraz özümü çaşdırdım. Çaşdırmayın, 35 idi. Mənə deyin, hansı mövzudan, hardan deyin. Elə o mövzudan demişkən, qoy bir şey də soruşum da. Tutaq ki, biz metaldan, deməli, yüngül qat çıxarmaq istəyirəm. Nazik təbəqə metalda hansı zərbə növündən istifadə edim? Bilək zərbəsi. Bilək zərbəsindən. Fenlə baş arasında məsafə nə qədər idi? Görək rəqəmlər yadımızda qalıb. 15-20 santimetr. 15-20 santimetr. Eyni nöqtədə nə qədər saxlamaq olmazdı? 1-2 saniyə, 2 saniyədən artıq saxlamaq olmazdı. 2 saniyədən artıq saxlamaq olmazdı. Bəs birdən sizə deyəcək ki, nə desin? Nə desin? Nuray elektrik çaydanına suyu töküb doldurub, deməli, taxdı şəbəkəyə getdi. Müəyyən müddətdən sonra gəlir, görür ki, deməli, bu çaydan özü atmayıb da, qaynayıb quruyub. Yanlışlıq harda olub? Burada mənim qapağını kip bağlanmayıb. Qapaq kip bağlanmayanda bimetallik lövhəcik əyilir, yoxsa əyilmir? Əyilmir. Əyilmir, bəli. Əgər qapağı kip bağlasaydı, bimetallik lövhəcik əyiləcəkdi Bəli. və çaydan özü atacaqdı. Mənə deyin görüm. Dişli tamasalı ötürmə nələrdə var idi? Dəzgahlarda. Dəzgahlarda, yaxşı. Bəs birdən sizə deyəcək ki, nə desin? Nə desin? Əl dreli, bir də mexaniki əl dreli, düzdürmü? Bunlardan hansında ötürmə var idi? Mexaniki əl drelində. Mexaniki əl drelində. Bəs hansında bir dənə dəstək var idi? O dəstəyin adı nə idi? Əl dreli idi, o da tutma dəstəyi. Əldə tutma idi, yoxsa fırlatma? Əl drelində tutma idi, o mexanikidə isə fırlatma idi əlavə olaraq. Dəqiq, əl drelində Əl drelində dayaq idi, tutma dəstəyi var idi. Mexanikdə isə fırlatma dəstəyi. Əksinə. Ola bilər çaşdım, bilirəm onu. Mənim əl drelində dayaq idi, fırlatma dəstəyi. Hə, dayaq əl drelində fırlatma dəstəyi idi. Mexanikdə isə əlavə olaraq tutma dəstəyi. Mexanikdə bir qısa yadda saxlayın ki, mexanikdə ikisi də var. Amma əl drelində fırlatma. Siz deyəndə Esmira müəllimə inanır. Mən deyəndə inanmırlar. O qədər adara salmışam. Mənim saf niyyətimə inanmırlar. Kömək eləyəndə inanmırlar. Bəs yaxşı. Mənə deyin görüm, o hansı furnitur idi ki, qapıların hərəkətli olmasını təmin edirdi? Hərəkətli,
Maqnitli lövhəcik müəllim. Aha, maqnit saxlayıcı. Amma Bəli. qapıları bağlayan furnitur. Qıfıldırıcılar, qıfıllar Aha, və qıfıldırıcı. bəli. Pəstahda zivananın taxıldığı deşikdir. Yuva. Bu yuvadır, ay sağ ol. Amma pəstahda deyirdik nə? Zivananın taxıldığı yuvadır. Onda deşik oldu. Səhv Yox, eləmirəmsə. yarıq olacaq. Yuvadır, yarıq. Yarıq. Bəli. Bayaqçın düz demişdiniz də. Əgər desək Bəli, ki, yarıq. pəstahda zivananın taxıldığı deşik bu yuvadır. Yuvadır. Bəli. Ha, sağ ol. Amma desək yuva bu yarıqdır. Bəli. Amma o birisini bilirik. Bəli. Zivana nə idi özü? Özü də çıxıntıydı. Çıxıntı. O rahatdır. Sadəcə o birisi. Deməli, desək ki, zivananın taxıldığı deşikdir, deşik. Elə yuvaya bənzəyir. Yuva. Deşik. Bəli. Bu yuvadır. Amma desək yuvadır, bu olur o birisinə. Yarıq. Yarıq. Ay sağ ol. Yarığın elementləri hansılar idi? Deyin gedin. Yanaqlar, bir də yanağın dibi. Ay sağ ol, bəli. Amma zivananın Salam, elementi. axşamınız xeyir. Olar bir sual verim. Deyin. Bayaq sual vermişdiniz də tikişdən digərin ortasından başlayır. Desəm, bağlı tikişli idi, nəsə belə bir şey idi. O hansı dərsdəydi? O elə 7-ci sinifin tikiş mövzuları var ya orada. Baxın, iynə qabağa, iynə arxasına su tikişi. Yaxşı, su tikişinə baxın. Yaxşı. Demək, bir də nə dedik? Zivananın elementləri hansılar oldu? Yanaqlar, bir də yanağın dibi. Yox. O şey Hə, oldu. müəllim, Yarıq üçün zivanan. onu deyil. İndi Bəli, zivanan soruşuram. zivanan. Zivanan sorusu, hə, təpə, çiyin, bir də yan tərəf. Doğrudur, bəli. Yaxşı. Sizinlə də bu qədər. Çox sağ olun müəllim. Siz də sağ olun. Samirə müəllimə və son olaraq Yasəmən müəllimə sonra bir 5-10 dəqiqədə mesaj bölümü, sonra da ərazini tərk edirik. Hamı gedir öz evinə. Hamı gedir testinə, dərsinə. Aha. Gəlin Samirə müəllimə. Gəldim müəllimə. Xoş gəldiniz. Bizə deyin görək hansı mövzu qalıb. Beynimə yeniləyirəm ki, görüm hansı mövzularımız qalıb. Yadıma Baxaq düşdü. görək nə bilirik, nə bilmirik. Aha. Mənə deyin, nədən deyin. Nədən deyin, hardan deyin. Kimdir o yuxu smalki qaldıran? Kimdir bu saatda yatan? Yazıqlar olsun. Sizə deyir ki, nə? Nəyi soruşum? Məsələn, elə burğu dəzgahı, torna dəzgahı, ondan sonra nə deyirdik? Laqunda, ştamplama dəzgahı. Bunlar hansı maşınlara aid idi? Texnoloji maşınları. Texnoloji maşınları. Amma məsələn, ta ki, televizor, radio, Məlumat idi, məlumat maşınları. məlumat maşınlarına. Çünki nədir televizor, radio bizə məlumat verir. Məlumat verir. Bəli. Amma birdən sizə deyəcək kondisioner, bu hansına aid? Məişət maşını. Məişətdədir, ay sağ ol. Bəs birdən sizə deyəcək hansı mövzudan, hardan? Desin, nəyi? Deyirdik metalların çapılması, düzdürmü? Metalların çapılması, bucaq nədən asılıdır? Bucaq nədən asılıdır? Metalın çapılmasının qalınlığından. Bəlkə metalın Möhkəmliyindən və sərtliyindən. Sərtliyindən asılıdır. Yaxşı. Ondan dişli çarxlar, sənət məmulatları hazırlanır. Nədən söhbət gedir? Bürüncdən söhbət gedir. Bəs elektrotexnikada cərəyan keçirici, korroziya davamlı ərinti kimi istifadə olunurdu? Latun. Mənə deyin, hardan deyin. Ütünün altını nələrdən təmizləmək olmaz? Abrazit vasitələr idi, bıçaq idi, bunlardan olmazdı. Bəs birdən deyəcək ütünün altında deyirdik ki, cod su, kraxmaldan yaranan nazik sarı ərq qatı var. Bunları nədən təmizləmək lazımdır? Kraxmaldan yaranan nazik sarı ərq qatı. Sirkə durulmuş əski. Ay sağ ol, bəli. Doğrudur. Bəs onun effektivliyin artırmaqdan ötürü nə əlavə edirdik? Onu parafüm əlavə edirdik. Dəqiq. Bircə dəqiqə.
Parafin o birisindəydi. Naşat. Hə, Nəşətin spirti, Nəşətin Naşatır spirti. spirti, doğrudur. Amma parafin bilirsiniz hansındaydı? Duz Nədə idi? tökürdülər, kağızın üzərinə duz tökürdülər, deyəsən orada idi. Ay, sən aferin. Duz tökən zaman orada deyildi ki, parafin yonqar əlavə elə ki, daha effektiv olsun. Ütü demişkən, ütüdən gəlin bir sual da verim. Temperatur tənzimləyicinin əsas komponenti nə idi? Hə, orada 4 dənə idi, bircə dəqiqə. Onlar nə idi? Qulp idi. Oy, bir Temperatur dəqiqə. tənzimləyicinin əsas komponenti bir dənə bir şey var idi. Bir metal lifəsi. Hə, onu deyirsiniz, bir metal lövhə. Bir Orada o metal. şəkildə 4 dənə var idi. Ha, Belə onlar sol deyir. tərəfdə. Aha. O elə bildim onları deyirsiniz, yadıma Yox, sala yox. bilmədim. Bir metal lövhəcik. Bir metal lövhəcik Bəs əsas. birdən sizə deyəcək ki, nə desin, hardan desin? Bir metal lövhəcik, 7-ci sinifdən başqa nədən soruşaq? Sizdən soruşur ki, testdə nə desin? Məsələn, tamasanın qalınlığı 48 millidir. Bu neçə qat zivana hesab olunur? 2 qat. 2 qat, bəli. Bəs yaxşı. Zivana birləşmələrinin növləri deyəndə nə götürəcəksiniz? 1 qat, 2 qat növləri. Zivana birləşmələrinin növləri. Müəllim, o deyil, 1 qat, açıq 1 qat, açıq Özünüzü 2 şübhəli qat. aparırsınız. Mənə niyə baxırsınız ki? Tam əmin deyilsiniz elə bil. Odur. Yaxşı. Onda bir dənə belə sual verirəm. Zivana birləşməsinin əsas elementləri. Birləşmənin əsas elementləri birləşmə, zivana, yuva, yarıq. Ay, sağ. Amma növləri deyəndə Açıq 1 qat, açıq 2 qat, açıq 3 qat düz bağlı. doğrudur, bəli. Amma və lakin zivananın özünün elementlərini istəyəndə bayaq soruşdum müəllimlərimizdən birindən. Hə, o təpədir, çiyindi yan tərəfdir. Doğrudur. Yaxşıdır vəziyyətiniz. Sizinlə də bu qədər. Təşəkkürlər. Sağ olun. Son olaraq Yasəmən müəllimə buyurunuz. Buyur müəllimə. Aha. Eşidirəm. Deməli, sizdən nəyi soruşaq, hardan soruşaq? Mənə deyin, nəyi deyin. Neçənci sinifdən soruşun. Qoy yadıma salım. Müəllimə soyuducudan da biraz sual verin, zəhmət olmasa. Yaxşı. Soyuducuda mənə deyin görüm. Soyuducuda dedik ki, kondensatorda freon hansı hala keçir? Yüksək təzyiqdə müəllimə maye halında. Amma buxarlandırıcıda Buxar aşağı təzyiqdə qaz halında. doğrudur, bəli. Bəs birdən sizə deyəcək 9-cu sinif. O hansı bərkdim idi, mənfi cəhəti yerində fırlanması idi. Eksentrik birləşmə. Bəs o hansı idi ki, mənfi cəhətləri görünən olmaları idi? Ventli birləşmə, bir də Mebel künclüyü. Yaxşı. Müstəqil halda çox az istifadə olunurdu. Qatlarla bərkitmə. Oduncaq detalları hansı üsullarla birləşdirmək olar? Oduncaq detalları. 5-ci sinif. Nə yaman ağır sual oldu? Mismar yapışqan, bir də şurupla. 9-dan birbaşa 5-ə keçdik deyə tormozlanma oldu elə bil yüngül. Bankomatdan da zəhmət olmasın. Bankomat, yaxşı. Bankomatda mənə deyin görüm. Pulları yoxlayan hissə. Diverter. Divertir. Pulların çıxarılması üçün olan hissə. Fidir. Fidir. Pulların verilməsi. Pulların verilməsi staker. İspans. Staker. Biz heç eşitmədik ki, o birlər səs asır, yavaşca pısıldayırlar. İspansı. Aha. Nə idi? Dispenser. Dispenser. Deməli, bir də onu təkrar eləyin görüm.
Pulların nə dedik? Verilməsi üçün olan hissə. Verilməsi dispenser. Ay, sən dispenser oldu. Dispenser aşağıda yerləşir, yoxsa yuxarıda? Aşağıda yerləşirdi müəllimə. Aşağıda Aşağı yerləşir. hissədə. Amma pulların çıxarılması üçün Feeder o yuxarı hissədə yerləşir. feeder pulları çıxaran. Pulları işıq söndü. Pullar hansı bölməyə gedirdi? Rejet kasete. Reject kasetə. Reject kaset özü neçə bölmədən ibarət idi? 2. Biri yaxşı, biri isə pis. Yəni cırılmış pullar, onlar pis tərəfə, o işıqlar sönəndə, yəni o yaxşı Yaxşı tərəfə düşür. bölməyə gedirdi, bəli. Bəs yaxşı. Diverter dedik ki, neyidir? Pulları yoxladı. Hər şey qaydasında olarsa hara göndərəcək pulları? Stakerə. Stakerə, bəli. Mənə deyin görüm, sobada 3 rejim var idi. Hansıları idi? Mikrodalğalar, mikrodalğa, konveksiya, bir də mikrodalğa, grill. Və grill. Sobalarda, sobanın iş prinsipi hansı yer dəyişməyə əsaslanır? Konveksiya. Elektrik, istilik Dipol. enerjisi. Dipol yer dəyişməsi. Elektrik enerjisi, istilik enerjisi çevrilməsi o dipol yer dəyişməsi adlanır. Yalansa yazıqlar olsun. Bəs şualanma hara getdi? Elektrik enerjisi şüalanma enerjisinə keçirdi. Bəli, mənim o dipol yer dəyişməsi adlanır. Şüalanmaya gedir də elektrik şüalanmaya. Deməli, elektrik gəlirdi, yoxsa şualanma gedirdi? Elektrik mənim şüalanmaya çevrilir də. Şüalanma istiliyə çevrilirdi. Heç xəbərim yoxdur. Şüalanma istiliyə. Heç xəbərim yoxdur. Bilmədim. O sən təkrarlayacağam. Təkrarlamaq üçün yandırmaq lazımdır, yandırmaq. Deməli, mikrodalğa, yaxşı, sobada belə bir şey soruşum. Şualanma mənbəyi hansı hissə idi? Magnetron. Magnetron. Magnetrondan şualar gəlir. Hə? Şualar düşdü, deməli, ərzağın üzərinə. Düzdürmü? Ərzağın nə qida qoymuşuq ondan asılı. Ola bilər suyu var, ola bilər yağı var, şirəsi var, nəyi var. Şualar ona dəydikcə molekullar yavaş-yavaş hərəkətə gəlir. Hərəkətə gəldikcə də onlar bir-birindən toqquşur, istilik enerjisi yaranır orada, kinetik enerji. Və yavaş-yavaş deməli şualanma çevrildi istiliyə, bizim qidamız qızdı, gedib açıb, qapısını açıb hazır şəkildə götürür. Deməli, şualanma istiliyə çevrilir. İstiliyə çevrildi. Bir mənalı daxilində magnetron var, mahiyyətini başa düşürük. Oradan şualar buraxıldı, ondan sonra şualar dəydi, molekulları hərəkətə gətirildi, bu istiliyə çevrildi. Bunun sayəsi ərzağımızı. Bəs yaxşı, elektrik çaydanında, bir də ki o birisində, ütüdə hansı enerjiyə çevrilirdi? Orada isə elektrik enerji, istilik enerji çevrilirdi. Ay, sağ ol. Doğru. Ərazini tərk edin. Belə. Siz də sağ olun. İndi keçirik mesaj bölümünə. Görüm. Nə qədər müəllim var? Aha. Bayaqları bir 230-a yaxın müəllim var idi. İndi nə qədər? Bir 193 müəllim qalıb. Bir 30 müəllim dərsdən qaçıb, 30-a yaxın. Axırıncı saatdan qaçanlardır. O şagirdlərə deyirik, axırıncı saat, 8-ci saatdan qaçanlar. Kimə tanışdı bu söhbətlər? Çox dərinə getməyin amma. Nəysə. Deməli, belə işlər. Mesaj bölümünü açırıq. Mesaj bölümün. Mail müəllim, Ülkər müəllimə yuxu smaliki qaldırıb yazıqlar olsun. Yəni demək istəyir ki, yuxulayıram da. Belə, 9-cu sinifdən sual gəlsin. Mən yox, ay müəllimə, mən o geri sayımı görürəm, elə bilirəm partlamağa hazır bombadır. Qaçanları deyirəm, yəqin yatıblar. Onlara görə yaxşı. Hər gündə geri sayım baxıram, ürəyim dayanır həyəcandan, qorxudan. Əslində elə baxmağınız yaxşıdır. Hərdən girin o səhifənizdən baxın, görün saat azalır, vaxtdan gedir. Mənim yuxum qaçırır. Elə qaçsa yaxşıdır yuxunuz. Demək, belə. İndi neçənci sinifdən sual cavab istəyirsiniz? Yazın görüm hələ. 9 yazmısınız, kranlar, kilitlər yazmısınız, ütüdən verin.
9 boy, 9. 6, 7. Qarışıq. 9 çoxluq təşkil. Yaxşı, 9-a çox sünük verirəm. Ürəyimiz doludur bütün kitabdan. Boy. Yaxşı. Demək belə. İndi başlayaq yavaş-yavaş müəllimlər. Bir 10 dəqiqədə davam edək, ondan sonra çıxarıq. Qarışıq 9. 9-a tələbat desən çoxdur. 9-dan çoxdur. Yaxşı, 9-dan da verirəm, o birlərdən də verərik. 9-dan hansı mövzudan soruşum sizdən, nədən soruşum? Qoy beynimi yeniləyim, heç olmasa biraz. 9, 9, 9. Mənə deyin, görüm hansı mövzudan, hardan deyin. Pambıq və kətan. Boyamağa davamlı pambıq və kətan. Orada cədvəlin içində var. Neçə dərəcə temperaturda əl ilə yuyulma? Boyamağa davamlı pambıq və kətan neçə dərəcə? Tez və dərhal. Görüm kimin yadında. Kimin də yadından çıxıbsa, kimi əgər yaza bilmirsə müəllimlər, orada öz-özünüzə təkrarlayın. Boyamağa davamlı deyəndə 95 götürürdük. Ay, sağ olun, doğrudur. Bəs rəngi çıxan pambıq və kətan neçə dərəcədə yuyulmalıdır? Rəngi çıxırsa neçə dərəcə? Buna yüksək qaynar temperatur olmaz demişdik. 40 da yazanlar var, 60 da yazanlar var. Rəngi çıxan pambıq və kətan 40 dərəcə yazanlara aferin. Nə qədər müəllim 40-60 yazmışsınız. Rəngi çıxırsa buna çox qaynar temperaturu olmaz. Amma desək ki, rəngli pambıq və kətandır. Ay, sən Ləman müəllimə yazıb ora. Bəli, bu olacaq 60, doğrudur. Mənə deyin görüm hansı mövzudan, hardan nəyi deyin. Əgər geyimdə demişdik, ondan sonra o birisi mövzu gəlir də gözləmə falan, hə? Əgər geyimdə kiçik bir yarıq varsa, bunu gözləmək yoxsa yamaq hansından bərpa eləmək lazım idi? Kiçik yarıq yaranıbsa, gözləmək üsulu ilə doğrudur. Mənə deyin görüm yamağın hansı növləri var idi? Yamağın hansı növləri var idi? 2 yazmayın, növün adını açıq yazın ki, bilək də. Alta salınan yamaq, bir dənə üstə salınan yamaq var idi. Doğrudur, bəli. Mənə deyin görüm, hardan deyin, nəyi deyin. Hardan deyin, nəyi deyin. Laminələnmə, kaşirləmə. Qətran hopdurulmuş söhbəti. Qətran hopdurulmuş. Hansının tərifində verirdi? Lamin, ələmmə. Doğrudur. Bəs deyəcək ki, sizə kaşirlənmə neçə dərəcə temperaturda demişdik həyata keçirilir? Kaşirlənmə. Kaşirlənmə. 120, 150, bəli. Paltar yuyanda sehirli çubuq idi. Vaxtı göstərirdi, nə bilim, avtomatik rejimi, fasiləsiz işləməsini falan. Bu timerdir. Bəs yuma müddətini, nə bilim, o vaxtı falan ekranda rəngli təsvirdə göstərir də, belə deyim. O hansı idi? Rəngli təsvir söhbəti bu gedirdi. Rəqəmli displey, bəli, doğrudur. Bəs yaxşı, timerin hansı növləri var? O mövzudan bir-iki sual da verim. Timerin hansı növləri var? 2 yazmayın, adlarını yazın. Qısa şəkildə yaza bilərsiniz. Birləşmiş hibrid, bir də elektromexaniki hibrid, doğrudur. Ən geniş yayılan hansı idi? Birləşmiş yoxsa elektro? Ən geniş yayılan hansı idi? Birləşib də bu. Birləşmiş hibrid timer. Bəs onda neçə növ var idi? Adlarını yazın görüm. Birləşmiş hibridin özündə axı növləri ayırmışdıq. Yazın görək hələ. Yazın görək. İdarə etmə bloku. İdarə etmə bloku. O birisi də nə idi? Demişdik ki, elektromexaniki. Elektromexaniki timer. Doğrudur, bəli. Bəs birdən sizə deyəcək ki, nə desin, hardan desin, hansı mövzudan, 9-un hansı mövzusu. Paltar yuyan, bankomat, onlardan da müəyyən qədər sual vermişik. Hərəsinə müəyyən qədər sual vermək istəyirəm ki, təkrarlayasınız. Notebook, netbook, kompüterlərdən sual verməmişik bugün. Mənə deyin görüm, kimisə mikrofon açıq qalıb. Mənə deyin görüm. O neçənci nəsil idi ki, neçənci nəsil, onu soruşmayayım. İBM 360 və 370 əsasını təşkil edirdi. Bu 3-cü nəsil, yaxşı. Riyazi hesablamalar üçün neçənci nəsil? Riyazi hesablamalar üçün idi.
Bu birdir. Tranzistor ve diyot. Tranzistor ve diyotdan ibarət olan bu hansı idi? Sən doğru idi. Bu ikinci nəsil idi. Bəs yaxşı, İskənerlərdən bayaq soruşdum, axı yenə soruşaram. Çalışıram ki, yeni mövzudan təkrar olmasın da. Düzündə bəs çətin şeyləri təkrarda soruşuram. Mənə deyin görüm, o hansı hissə idi ki, bu kompüterlərdə deyirdik ki, emal prosesini sürətləndirir. Çertiyoşu yaxşı. Emal prosesini sürətləndirirdi. Nə idi o? Sərt disk idi, prosesor idi, nə idi onun adı? Sən OYG. Operativ yaddaş qurğusu idi, bəli. Bəs yaxşı, bəs yaxşı. Kompüter söndürülübsə, birdən sizə deyəcək. Bütün məlumatlar harda saxlanır? Birinci bunu soruşum. Bütün məlumatlar bu sərt diskdə. Aha, doğrudur. Bütün məlumatlar sərt diskdə saxlanılır. Amma və lakin o birisi nə idi? OYG-də olan məlumatlar işıq sönən zaman qalır, yoxsa silinir? OYG-də olanlar da demişdik ki, qalır, doğrudur, bəli. Kranlar. Krandan su şpindel boyunca axır. Açıq bağlı, yoxsa axıra qədər bağlaya bilmirəm? Axıra qədər bağlaya bilmirəmmi, yoxsa 1, 2, 3-cü vəziyyət? Deməli, bu birinci, yəni açıq vəziyyətdir, doğrudur. Ramal görüb ki, kranda problem var, su axır. Ramal görüb ki, kranda problem var, su axır. Sualı belə qoyaq da. O gedib ara qatı dəyişib, problem həll olunub. Ara qatın dəyişib. Deməli, açıq bağlı, yoxsa axıra qədər bağlaya bilmirəm. Hansı vəziyyət imiş ki, bu ara qatı dəyişəndə bu problem çözülüb. Sən ikinci vəziyyət, yəni bağlı vəziyyəti. Yaxşı, Ramal görüb ki, kranda yenə problem var. Bu zaman gedib kran başlığını dəyişib, problem çözülüb, həll olub. Deməli, deyirdik ki, bu elə axıra qədər bağlaya bilmir deməli. Səbəb nə idi axıra qədər bağlaya bilmir? Səbəb nədir? Səbəb, sən yivin dağılmasıdır, əla. Ramal yenə də bir problem görüb kranda. Bu zamanda gedib qaykanı saat əqrəbi istiqamətinə buruq bağlayıb, görüb ki, problem çözüldü. Açıq bağlı, yoxsa axıra qədər bağlaya bilmirəm. Əgər qaykanı sıxıb düzəlibsə, deməli, bu yenə də açıq vəziyyət idi. Ramal bu dəfə də görüb ki, hər versiyada soruşuram da, mən o mövzunu da hər tərəfli izah eləyirəm, hər tərəfli də soruşuram. Ramal bu dəfə də görüb ki, kran açan zaman uğuldama, titrəmə var. Uğulduyur, titrəyir. Hansı vəziyyətdir bu? Uğuldama, titrəmə. 2 yazanlar da var, 3 yazanlar da var. Deyəcən 2 yerə bölündünüz. Bu nə idi? İkinci vəziyyət idi. 2 yazanlara afərin. Amma su püskürü baxırsa, kənarlardan püskürü baxırsa, bu neçənci vəziyyətdir? Bu olurdu 3-cü vəziyyət. Amma su şpindel boyunca axırsa, bu neçənci vəziyyətdir? Bu olurdu 1-ci vəziyyətdə. Kranlardan bu qədər bəs olar. Hər tərəfli sual verdim. Hər tərəfli. Mənə deyin görüm, o hansı kilitdir ki? O hansı? Təhlükəsizlik və təmirə yararlılıq baxımından etibarlıdır. Təhlükəsizlik və təmirə yararlılıq baxımından etibarlıdır. Bu taxma kilitdir. Taxta qapılarda taxma, bəli. O birisi müəllim kim idi səhv yazanlar? Bəs taxta qapılarda ən çox geniş istifadə olunan? Bu üstdən qoyulma kilidi, doğrudur. Mənə deyin görüm, hardan deyin. Sizə deyəcək ki, asma kilidin 3 əsas elementi var. 3 dənə element belə deyim. Hansılar idi onlar? Asma kilidi 3 dənə element. Kayd olacaq, evdə qonaq var. Bəli, kayd olacaq. YouTube-a yerləşdirəcəm müəllimlər kaydı. Hamıya açıq olacaq da kayd. Kimsəsə izləyəcək. Gövdə gizlilik mexanizmi yazmısınız. Bir dənə qövs yazırsınız. Gövdə gizlilik qövs. Yaxşı, olsun. Asma kiliddə o hansı hissə idi ki, deyirdik ki, asma kilidin əsasını təşkil edir. Əsasını təşkil edən gövdədə sağ olun. Amma əsas hissəsidir, yəni vacib hissəsidir. Bu olurdu
Məxfilik mexanizmi doğrudur. Nisbət ölçü material hansı təsvirdə? Bayaqdan yazırız ki, texniki təsvirdən. Bayaq kimsə yazmışdı. Təsvirlərdən demişdiniz. Nisbət ölçü material, texniki təsvir. Bir tərəfli görünüş, bir tərəfli təsvir. Bu hansı idi? Bir tərəfli eskizdir. Alətlərin köməyi ilə daha dəqiqliklə yerinə yetirilən hansı idi? Alətlərin köməyi ilə daha dəqiqliklə yerinə yetirilən deyəndə çertyoji idi. Mənə deyin görüm, detalın konturu hansı xətlə? Detalın konturu. Detalın konturu bütöv, əsas, bəli. Dəliyin görünməyən konturu hansından çəkilir? Dəliyin görünməyən konturu. Dəliyin görünməyən konturu. Bəli, ştrixli. Amma simmetriya oxu deyəndə nə götürəcəyik? Simmetriya oxu deyəndə ürəklər qalxır göylərə. Bu olacaq. Bəli, ştrix nöqtəli doğrudur. Son 1-2 sualımızı da verək. Ərazini tərk edək, hamı evinə dağılsın. Son suallar hardan gəlsin? 9-un bir dənə çertiyojundan da soruşum. Orada deyirdi ki, rəqəm 6 və kənara çıxan maili. Bu necə hansı xətdən çəkilirdi? Bir dənə bununla onu əlaqələndirək. 9-dan 5-in xətləri. Orada da yenə də nə idi? Aysə nazik, bəli, bütöv nazik. O nazik, bunlar da nazik. Bu qədər bəs olar. Əslində 1 saat üçün nəzərdə tutmuşdum bu əlavə ödənişsiz dərsimizi. Amma oldu saat 11-ə qalır 7 dəqiqə, oldu 2 saat. Belə müəllimlər, kim nə qədər yararlana bildisə, halal xoşunuz olsun. Çox sağ olun müəllimə, təkrar etmiş olduq. Aha, bəli. Sağ olun müəllimə. Çox sağ olun müəllimə. Sağ olun. Allah razı olsun müəllimə. Sağ olun, çox sağ olun. Sizlər də sağ olun, var olun. Müəllimə, əlavə dərslər haqqında məlumat yazarsınız da Bəli, əlavə. bəli. Yazacaq qruplarda, narahat olun. Belə, sağ olun müəllimlər. Sağ olun. Özünüzə yaxşı Sağ olun. Möhtəşəm olun. Sağ olun. Sizlər də möhtəşəmsiniz. Sağ olun, müəllim. Çox sağ olun. Sağ olun.